Salam əziz tələbələr. Biz bu videomuzda 19 oktyabr tarixində keçirilmiş birinci mövzu sınaq imtahanının məntiq suallarının həlli ilə tanış olacağıq. Suallarımıza keçid eləyək. 46-cı sual. Mətnin məntiqi təhlili mövzusuna aiddir. Sualın şərti ilə tanış olaq. Ayşə, Babək, Ceyran, Durna, Emil, Famil, Gönçə A, B, C, D, Y marketlərindən bazarlıq etdilər. Bu məsələni həll etmək üçün bizə cədvəl lazım olacaq. Əvvəlcə cədvəlimizi çəkək, sonra şərtin qalan hissəsini oxuyarıq. Boş bir sahə hazırlayıram cədvəl çəkmək üçün. 7 şəxs olduğu üçün bizə 7 sətirdən ibarət bir cədvəl lazım olacaq. Əvvəlcə cədvəlimizi hazırlayaq, sonra şərtlərimizi davam edib oxuyarıq. 2, 3, 4, 5, 6 və 7. 5 market olduğu üçün 5 sütundan ibarət hazırlayaq cədvəlimizi. İkinci sütun, üçüncü, dördüncü və sonuncu 5-ci sütun. Ardın oxuyaq. Hər kəs yalnız bir marketdən bazarlıq edir. Əvvəlcə verilənləri cədvələ qeyd edək, sonra oxumağa davam edərik. Kimlər idi bizdə? Ayşən, Babək, Ceyran, Durna, Emil, Famil və Gönçə. Marketlər isə A, B, C, D və Y marketləri. Hər kəs yalnız bir marketdən bazarlıq etdi. Deməli, hər kəsin qarşısında yalnız bir plus olacaq. A və C marketlərindən 2 nəfər, qeyd edək üzərində. A və C marketlərindən 2 nəfər. Qalan marketlərdən 1 nəfər bazarlıq etdi. Deməli, B, D və Y marketlərində cəmi 1 nəfər olacaq. Ceyran B marketindən, Famil isə D marketindən bazarlıq etdi. Ceyran B marketindən, artıq Ceyran B marketindən bazarlıq etsə, başqa heç bir marketdən ola bilməz. Ona görə digərlərini minus yazırıq. B marketində 1 nəfər olduğu üçün B marketində də artıq digər şəxslərin minus yazırıq. Famil isə D marketindən, Famildə isə D marketindən plusu qoyduq. Artıq Familə digər marketlərə minus, həmçinin D marketində başqa heç kəs olmayacağı üçün digərlərinə minusları yazdıq. Durna və Emil eyni marketdən bazarlıq etdi. Qeyd edirik, Durna və Emil eyni marketdən olacaq. Ayşən və Babək isə fərqli marketlərdən. Ayşən və Babək üzərində qeyd edək, fərqli marketlərdən bazarlıq etdilər. Məsələn, şərtlə davam etdə görürük ki, əlavə bizə bir şərt verir. Durna A marketindən bazarlıq edibsə, Gönçə hansı marketdən bazarlıq etmişdir deyə soruşur. Durna A marketindən bazarlıq edibsə, Durnaya A marketinin işarəsi qoyduq. Durna A-dırsa, avtomatik Emil də A olacaq. Çünki Durla ilə Emil eyni marketlərdən idi. Artıq burada digər marketlərə minuslar yaza bilərik. Həmçinin A marketində 2 nəfər olmalıdır. 2 nəfər var deyə A marketində yuxarıdan aşağı minuslarını yazdıq. Yazandan sonra yaranmış mənzərəyə baxırıq ki, bizdə bir C marketi qaldı, bir də Y marketi. 2 nəfər C marketindən bazarlıq edib, bir nəfər isə Y marketindən. Bizə nə demişdi şərtdə? A və B fərqli marketlərdən alış-veriş edirlər. A və B fərqli marketlərdəndirsə, biz onların hər ikisini B-yə yaza bilmərik. Ona görə bunlardan biri A, B, daha doğrusu B deyirəm, C-yə yaza bilmərik. Onlardan biri C-də, digəri isə Y marketində olmalıdır. Amma hansı marketdə hansı olacaq, o haqda bir informasiyamız yoxdur. Deməli, Y marketindəki bir şəxs ya B-dir, ya da A-dır. İkisindən biri olacaq. Bu o deməkdir ki, Gönçə heç vaxt Y marketindən bazarlıq edə bilməz. Onda Gönçənin qarşısında cəmi bir boşxana qaldı, oldu C marketi. Bizdən soruşduğu isə Gönçədir. Gönçə hansı marketdən bazarlıq etmişdir? Düzgün olacaq C variantı, C marketi. Qaldı bir dənə A və B, yəni Ayşən və Babək. Bunların da biri C-də, biri Y-də olacaq, amma hansında olacaq deyə əlavə bir informasiyamız yoxdur. Keçək növbəti sualımıza. 46-cı sual, 47-ci sual. Ardıcıllıq mövzusudur. Ədədləri izlədikdə görürük ki, ədədlər
1'dən 120-yə qədər ani bir artımla davam edir. Ani bir artım varsa deməli biz istifadə edəcəyik vurmadan. 1-dən 1-i vurma ilə necə almaq olar? Vur 1 ilə. 1-dən 2 almaq üçün 2-yə vururuq. 2-dən 4 almaq üçün, 2-dən 6 almaq üçün 3-ə vururuq. 6-dan 24 almaq üçün 4-ə, 24-dən 120 almaq üçün 5-ə vurmuşuq. İndi gedişatı izləyirik ki, vur 1, vur 2, vur 2, vur 3, vur 4, vur 5. Ondan növbəti addım olmalıdır, vur 6. 120-ni 6-ya vuracaq, cavab eləyəcək 720. Düzgün cavab olur Y variantı. 48-ci sual. Qanununu müəyyən edib, sual əvəzinə düzgün variantı seçək. Deməli, bu sualda 17 və 13-dən 60 necə alınıb? 17 və 13-ü cəmləyirik. 17 üstəgələk 13 eləyir 30. Alınmış cavabı vururuq 2-yə. Bərabərdir 60. Deməli, bu sualda operator funksiyası toplayıb 2-yə vurmaq imiş. Digər sətirlərdə də yoxlayaq. 26 üstəgələk 28 bərabər eləyir 54. 54-ü vururuq 2-yə, bərabərdir 108. Üçüncü sətirdə 19 üstəgələk 32 bərabər edir 51. 51 2-yə vuranda 102. Tapdığımız üsul bütün sətirlərdə ödənirsə, cavaba tətbiq edə bilərik. Cavab da 18 üstəgələk 34. Toplayanda eləyir 52. 52 ədədində 2-yə vuranda cavab elədi 104. Deməli, düzgün variant oldu A variantı. Keçək növbəti suala, 49-cu sual. 49-cu sual. Aşkar operatorlara aiddir. Bu tip suallarda biz hər zaman bərabərliyin sol tərəfində operatorun solun soluna, sağın sağına bərabərləşdirib A-nı B-ni tapıb sağ tərəfdə yerini yazıb hesablamalıyıq. Sol tərəfdə A bərabər olur 2-yə, B bərabər olur 5-ə. Tapdıqlarımızı aparıb sağda yerinə yazaq. A-lar 2, B-lər 5-dirsə, A-ların yerinə 2, B-lərin yerinə 5. A-ların yerinə 2, B-lərin yerinə yazırıq 5. Onda necə olacaqdır? 2 üstü 5 çıxaq 5 üstü 2 bərabər olur o da 32 çıxaq 25. 32-dən 25 çıxanda cavab eləyir 7. Deməli, düzgün cavabımız olacaq B variantı 7. 50-ci sual. Verilmiş sözlər arasındakı məntiqi əlaqəyə əsaslanaraq analoji uyğun olan variantı seçin. Sözlərin ardıcıllığı nəzərə alınmalıdır. Dəri, ayaqqabı, ayaq. Dəri, ayaqqabı, ayaq. Necə bir əlaqə var? Baxırıq ki, dəri ayaqqabını biz geyinirik ayağa. Yəni, birinci verilmiş əşyanın, geyimin materialı, sonra nə olduğu, sonra da istifadə olunduğu yer. Yəni, hara geyiniriksə, həmin orqanın adı yazılıb. Buna uyğun nə variant var bax variantlarda? Variantları analiz etdikdə görürük ki, bizə düzgün cavab olacaq D variantı. Yun, papaq, baş. Əvvəlcə onun materialı yundur. Əşyanın adı, geyimin adı papaqdır. Papağı da harada istifadə edirik? Başda. Yun, papaq başa geyinilir. Dəri ayaqqabı ayağa geyinilir. 51-ci sual. Anaqramı həll etməklə fərqli variantı seçin. Anaqram nədir? Bizə hərf sırası pozulmuş sözlər verilir. Bu sözlərin hər birindən sözlər düzəltməliyik. Bu sözlərdən 4-ü yaxın mənalı olacaq, bir dənəsi fərqli. İşimiz fərqli sözü tapmaqdır. Deməli, birinci söz sentyabr, A variantı sentyabrdır. Sonra D variantı avqust, C variantı aprel, D variantı isə dekabrdır. Nədir bunlar? Bunlar hər biri bizim aylarımızdır. Düzgün cavab olacaq B variantı. B variantı isə təqvimdir. Təqvim. Deməli, hər biri aylardır. B variantında digərlərindən fərqlənən söz təqvim sözüdür. Keçid eləyək növbəti sualımız 52-ci suala. 52-ci sual şəkil ədəd əlaqələri ilə bağlı bir sualdır. Deməli, bu sualımızda yuxarıda verilən rəqəmləri toplayırıq. 7 üstü 6 gəlirik 13. Kvadratı 169. Cavabı isə bunun tərsini yazmışıq. 169-un tərsi 961. 9-un üstünə 2 gəlirik 11. Kvadratı 121. 11-in üstünə 2 gəlirik 11. 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 11-in üstünə 2
bərabərdir 121. 121-in tərsi elə yenə də 121-dir. 4 üstə 8 gəlirik 12. Kvadratı 144. 144-ün tərsi 441. Elədirsə, testimizi həll edək, cavabını çıxardaq. 4 üstə 5 gəlirik 9. Kvadratı 81. Amma bizə 81 yox, onun tərsi lazımdır. 81-in tərsi olacaq 18. Düzgün cavabımız eləyir A variantı. Keçək növbəti sualımıza. 53-cü sual. Şifroqramlar mövzusuna aiddir. Şərti ilə tanış olaq. M, A, Z, Ü, R və K bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanun uyğunluğunu müəyyən edib, sual əvəzinə düzgün variantı seçək. Deməli, sualımızla tanış olduq. Şərti ilə bizim belə bir qaydamız var idi ki, 3 rəqəmli ədəddən həmin 3 rəqəmli ədədin tərsini çıxanda alınmış cavabın ortadakı rəqəmi hər zaman 9, kənardakı rəqəmlərin cəmi 9 olmalı idi. Deməli, orta 9-sa, onda R oldu 9. Sağda bizə verdiyi ifadədə R-in yerinə 9 yazsaq, 9-un üstə neçə gəlsə 16 eləyər. 16-dan 9 çıxırıq, K-ya tapırıq 7. Gətirib misalımızda yerinə yazdıqda K-ya 7. Nə demişdik? Kənardakıların cəmi 9 olmalıdır. Əgər K 7-dirsə, onda Ü də mütləq 2 olmalıdır ki, cəmi 9-u versin. Bizdən isə misalda soruşduğu Ü idi. Deməli, testin cavabı olacaq B variantı 2. 54-cü sual. Qanun uyğunluğu müəyyən edib, sual əvəzinə düzgün variantı seçək. Yenə bir ardıcıllıq sualdır. Misalın quruluşuna baxanda görürük ki, bizə intervalı xatırladan şərtlər var. Hansı şərtlər idi? Bir daha xatırlayaq onu. Misalda qoşa sual işarəsi, təkrarlanan ədədlər və ya xaotik düzülüş gördükdə ilk öncə bu tip misallarda interval yoxlamalıyıq. Ayıraq misal intervallara. 3-dən 5-ə, 5-dən 9-a, 9-dan 17-yə, 17-dən 33-ə, 65-ə və ikinci sual işarəsinə. Əlaqə nədir? Vur 2, çıx 1 ilə davam edən ədəd ardıcıllıdır. 2-yə vururuq, 1 çıxırıq. 3-ü 2-yə vuranda 6, 1 çıxanda 5. 5-i 2-yə vuranda 10, 1 çıxanda 9. 9-u 2-yə vururuq, 18, 1 çıxanda 17. 17-ni 2-yə vururuq, 34, 1 çıxanda 33. 32 2-yə vururuq, 66, 1 çıxanda 65. 65-i 2-yə vururuq, 130. 130-dan da 1 çıxanda elədi 129. Keçək digər sual işarəsini daha yaxşı görün deyə digər ardıcılığı fərqli bir rənglə göstərirəm. Yerdə qalan intervalda 1 yazaq, 8-dən 17-yə, 35-ə, 71-ə, 143-ə və birinci sual işarəsinə. Burada isə vur 2 üstə gəl 1 ilə davam edən ardıcılıqdır. 8-i 2-yə vuranda 16, üstünə bir gəl 17. 17-ni 2-yə vuruq, 34 üstünə bir gəl 35. 35-i 2-yə vuruq, 70 üstünə bir gələndə 71. 71-i 2-yə vururuq, 142 üstünə bir gələndə 143. 143-ü də 2-yə vuranda 286, üstünə bir gələndə 287. 287 və 129. Yəni düzgün cavab olacaq C variantı. Keçək növbəti sualımıza. 55-ci sual. 55 şifrələr mövzusuna aiddir. Yenə qanun uyğunluğu müəyyən edib düzgün cavabı seçməliyik. Hər bir sözün şifrəsi qarşısında göstərilmişdir. Gətirək şifrələri yazaq yerinə. Maliyyənin şifrəsi sırasıyla aparıb hər hərfi üzərinə yazırıq. 7, K, 4, R, C, C və 6. Mühasibin şifrəsi 7, F, sonra 9, K, 1, R və 2. Hesabatın şifrəsini təyin edək. H-ın şifrəsi 9-dur. Yazdıq yerinə.
E-nin şifrəsi yuxarıda bizə bildirilməyib. Ona görə yerini hələ ki boş saxlayırıq. Bunu variantdan seçəcəyik. S-nin şifrəsi 1. A-nın şifrəsi yuxarıda var mühasibdə maliyyədə K. Sonra B-nin şifrəsi mühasibin son hərfidir 2. A-nın şifrəsi yenə K. T-nin şifrəsi də hələ ki bilinmir, yəni yuxarıda yoxdur. Onu da biz variantdan seçəcəyik. Deməli, əvvəli 9-dan başlamalıdır. Orta hissəsi isə 1K, 2K formasında. Bütün variantlara baxanda görürük ki, bütün variantlarda bu mənzərə var. Sadəcə variantlar nə ilə fərqlənir? İkinci və sonuncu hərfləri ilə. Yəni, E-nin və T-nin şifrəsi bizim cavabımızı təyin edəcək. Variantları analiz edəndə görürük ki, A variantı testin cavabı ola bilməz. Çünki həmin mövqelərdə ikisinə də bizə X hərfi verir. İki müxtəlif hərfin şifrəsi eyni ola bilməz. Ona görə A testin cavabı deyil. B variantına baxdıqda isə həmin mövqelərə 6 və R verilib. 6 və R-in biz şifrəsini bilirik. 6 Ə-nin şifrəsidir, R isə E-nin şifrəsidir. Bizdə E və T üçün istifadə oluna bilməz. Ona görə B variant da testin cavabı deyil. C-də isə həmin mövqelərə F və V verilib. V üçün bir problem yoxdur. V-ni istifadə edə bilərik. Amma F mühasibdəki Ü-nün şifrəsidir. Yəni biz E üçün istifadə edə bilmərik. Ona görə C də testin cavabı deyil. Sonra Y variantına baxanda isə X və C verilib. X üçün bir problem yoxdur. Amma C maliyyədəki Y-nın şifrəsidir. Ona görə T üçün istifadə oluna bilməz. O zaman yerdə düzgün cavab qaldı D variantı. Həqiqətən D variantı həmin mövqelərdə X və V verilib. X və V-ni birin Ü-yə, birin E-yə, birin T-yə çox rahatlıqla istifadə edə bilərik. Çünki yuxarıda istifadə olunmayıb bu şifrələr. Növbəti sual, 56-cı sual. 56-cı sualımızda sol tərəfdə duran həddi sağa bölüb, üzərinə 1 əlavə eləmişik. Yəni, 63-ü bölürük 7-yə, bərabər alınır 9. 9 üstədə 1 gəlirik, testin cavabı olur 10. Hər bir sətir eyni qayda ilə. 54-ü bölürük 27-yə, bərabər edir 2. 2-nin üstə 1 gəlirik, testin cavabı edir 3. 18-i bölürük 6-ya, bərabərdir 3. 3-ün üstə 1 gəlirik, cavab edir 4. Elə isə testimizə cavab çıxardaq. 35-i bölürük 5-ə, bərabər edir 7. 7-nin üstə də 1 gəlirik. Düzgün cavab olur 8. Testimizin variantı B variantı 8. Sonra davam edirik. Keçək növbəti 57-ci suala. Baxırıq ki, 57-59-cu suallar bir mətn əsasında həll olunur. Blok mətnidir. Əvvəlcə sualımızın şərti ilə tanış olaq. Sonra aşağıda verilmiş hər üç sualı bu şərt əsasında cavablandıracağıq. Mətnin sualları əvvəlcə bir boş sahə hazırlayın mətni həll etmək üçün. Daha sonra mətnimizin şərti ilə tanış olarıq. Boş bir sahə hazırlayaq. Sağ tərəfdə verilənləri qeyd etmək üçün. Deməli, mətnimizdə nə deyir? KLMN XY marka maşınlar bir dayanacaqda yan-yana düzülmüşdür. Dayanacaqda yerlər soldan sağa doğru 1, 2, 3, 4, 5, 6 olmaqla nömrələnmişdir. Əvvəlcə yerləri nömrələyək. 1, 2, 3, 4, 5 və 6. Şərtlərlə tanış olaq. M markalı maşın 4 nömrəli yerdə dayanmışdır. M markalı maşın aparıb yazdırıq 4 nömrəli yerə. N və X markalı maşınlar yan-yana dayanmışdır. Kənarda özümüz üçün qeyd edirik. N və X-i yan-yana yazmalı. Hələ ki, hara yazacaq bilinmir. Amma hara yazacaqsa mütləq yan-yana olmalıdır. K və Y markalı maşınlar yan-yana dayanmışdır. Həmçinin K və Y maşınları da sırada elə yazmalıyıq ki, yan-yana olsunlar. L və Y markalı maşınların yerləri yan-yana deyildir. Deməli, L və Y-i yazarkən diqqət etməliyik ki, bunlar bir-birinin yanında dayanmasınlar. Bir-birindən kənarda dayanmalıdırlar. Şərtlərlə tanış olduq. Keçib aşağıdakı sualları oxuya bilərik. Əvvəla 57-ci sual oxuyaq. Hansı mütləq səhvdir deyə soruşur. Baxaq.
L markalı maşın bir nömrəli yerdədir. Baxırıq ki, bizim L markalı maşını bir nömrəli yerə yazmağımızda heç bir problem yoxdur. Yəni L-i 1-ə yazıb, NX-lə də KY-i 2, 3, 5, 6 çox rahatlıqla istifadə edə bilərik. Deməli, bu cümlə nə mütləq doğru bir cümlədir, nə də mütləq səhv bir cümlədir. Yəni L1-ə yazıla da bilər, yazılmaya da bilər. Yazılmağında heç bir problem olmadığı üçün tamamilə səhv, yəni mütləq səhv deyil, yəni testin cavabı da deyil. N markalı maşın 6 nömrəli yerdədir. Baxaq yenə, N nömrəli maşın, N markalı maşın 6-dadır. 6-ya N-i yazmaqda bir problem varmı? Heç bir problem yoxdur. Yanına X-i, 1, 2, 3-ə də KY və L-i yerləşdirmək mümkündür. Yəni, N markalı maşın 6 nömrəli yerə yazıla da bilər, yazılmaya da bilər. Yəni, mütləq səhv deyil. B variantı da deyil. C. X markalı maşın 6 nömrəli yerdə yerləşir. Həmçinin X-i də 6-ya yazmaqda heç bir problem yoxdur. NX-i 5-6-ya yazıb, digərlərinə 1-2-3-ə yaza bilərik. Yəni, ola da bilər, olmaya da bilər. Mütləq səhv deyil. K və L markalı maşınlar yan-yanadır. K, L-in yan-yana olmasında hər hansı bir problem varmı? Təbii ki, yoxdur. Məsələn, necə yan-yana olarlar? K-nı çox rahatlıqla 1-ə, L-i də 2-yə yaza bilər. Amma K ilə Y yan-yanadır deyə bu formada yox. K-nı 2-yə, L-i deməli yan-yana olsun deyə 3-ə, K və Y-i ayırmıram deyə K ilə Y-i də 1-ə. Yəni K ilə Y-i yan-yana 1-2-də yazıb, L-i də üstə götürüb, NX-i də 5-6 yaza bilərik. Yəni D variantı kimi də bir variant, bir versiya yaratmaq mümkündür. Onda D də mütləq səhv bir ifadə deyil. Onda cavab qaldı Y variantı. Baxaq görək Y variantı həqiqətən mütləq səhvdir. Y-də nə deyir? Deməli, D-ni çıxartdıq Y-də. Y-də nə dedi? N və Y markalı maşınlar yan-yanadır. N və Y maşınları baxaq görək yan-yana ola bilərmi? Deməli, baxırıq ki, N ilə X yan-yanadır. K ilə də Y yan-yanadır. Əgər mən N ilə Y-i yazsam yan-yana, onda gərək bunların 4-ü də bir-birinin yanında olsun. Amma mən sırama baxıram ki, 3 maşını 1 götürə bilərəm, 2 maşını da 1 götürə bilərəm. Yəni 1, 2, 3 boşdur və 5, 6 boşdur. Ona görə əgər NX-i mən 1, 2, 3-dən birini istifadə etsəm, KY 5, 6-ya düşər və ya NX-i 5, 6-da istifadə etsəm, bu dəfə KY 1, 2, 3-dən birinə düşər. Yəni ona görə N və Y markalı maşınlar heç vaxt yan-yana gələ bilməzlər. Yəni Y variantı tamamilə səhvdir, testimizin isə düzgün cavabıdır. Sonra keçək, baxaq bunun 58-ci sualına. Baxırıq 58-ci suala. 58 və 59-u bir açım ki, eyni vaxtda görsənsin. 58-də nə deyir? L markalı maşın 3 nömrəli yerdə dayanmışdırsa, onda aşağıdakılardan hansı mütləq səhvdir? Əvvəla L-i yazaq 3 nömrəli yerə. Bu əlavə bir şərt olduğu üçün başqa bir rənglə yazıram ki, siz də rahat seçə biləsiniz. L markalı maşını yazdım 3 nömrəli yerə. İndi baxaq, L-i 3-ə yazdımsa, bizim şərtimiz nə idi? N ilə X, K ilə Y yan-yana gəlməlidir. Burada artıq yenə də müxtəlif versiyalar NX-i, KY-i 1, 2 və 5, 6 istifadə edə bilərik. İndi baxaq görək aşağıdakılardan hansı tamamilə səhvdir. Nə deyir A variantında? K markalı maşın 1 nömrəli yerdədir. Baxaq görək mümkündürmü K-nı 1 yazmaq? Əgər mən K maşını 1 nömrəli yerə yazsam, Y də onun mütləq yanında olmalıdır. Yəni Y məcburam ki, 2-yə yazam. Belə olan halda nə baş verəcək? N ilə Y maşınları yan-yana düşmüş olacaq. Yəni bizim 3-cü şərt pozulacaq. Ona görə deməli belə vəziyyətdə heç vaxt K-nı 1 nömrəli yerə yaza bilmərik. Yəni birinci cümlə ilə A variantı tamamilə səhvdir. Olur testimizin düzgün cavabı. Digər variantları analiz eləsək, əmin olmaq istəyirsinizsə əgər, N markalı maşın 1 nömrəli yerdədir. Bəli. Bunları silim əvvəlcə buradan. N markalı maşını 1 nömrəli yerdə yazmaqda heç bir problem yoxdur. N-dən X-i yan-yana burada yazıb, K ilə Y-i də 5-6 yaza bilərik. Həmçinin X-i 1 nömrəli yazmaqda heç bir problem yoxdur. Yenə N-X buradadırsa N2-də olacaq. Yenə KY 5-6-da. Y maşını 5 nömrəli yerdədir. Y 5-də olanda K-da olacaq 6-da. NX yenə 1-2-də heç bir problem yoxdur. Y 6 nömrəli yerdədir. Eyni şəkildə Y 6 yazsaq, bu dəfə K 5-ə düşəcək. NX olacaq 1-ci və 2-ci yerdə.
Yəni digər bütün variantların hər birinin içərisində doğruluq payı var, amma A variantı heç vaxt doğru ola bilməz. Keçək ikinci sualına, yəni 59-cu sualına. X markalı maşın 5 nömrəli yerdə dayanmışdırsa. Əvvəlcə bunları yazdıqlarımızı silək. 3-dən 50 də silməliyik, çünki o 58-ə aid idi, onun 59-a heç bir aidiyyatı yoxdur. 59-un şərtinə görə X nömrəli maşını 5 nömrəli yerə yazırıq. Əgər mən X-i 5-ə yazıramsa, məcburən N-i də yazmalıyam 6-ya, çünki N-i X-i ayıra bilməzdim. Yerdə qaldı 1, 2, 3. Bunun da birində L, digər ikisində isə K yerləşəcək. Nə deyir? Yenə mütləq səhvi soruşur. Baxaq görək, cavabımız hansı olacaq. M və N markalı maşınlar arasında bir maşın dayanmışdır. Bəli, baxırıq ki, M və N arasında bir maşın dayanıb, o maşının da adı X-dir. Birinci cümlə tamamilə doğrudur. Yəni testin cavabı deyil. K markalı maşın 3 nömrəli yerdə dayanmışdır. Aparaq yazaq görək mümkündürmü? Əgər mən K markalı maşını 3-ə yazsam, onda nə olmalıdır? Y markalı maşın mütləq onun yanında dayanmalı idi. Aparıb Y-i də yazırıq onun yanına. Hə, K-Y yazıq, yerdə qaldı bir dənə L. L doğaraq düşür avtomatik birinci yerə. Amma nə baş verir? L ilə Y yan yana düşür. Yəni yenə də yan yana dayanmamalıdır. Şərti pozulmuş olur. Onda deməli nə çıxartdıq burada nəticə kimi? Biz heç vaxt K-nı 3-ə yaza bilmərik. K-nı 3-ə yazmamalıyıq ki, belə bir mənzərə yaranmasın. Onda B variantı elə tamamilə səhv variantdır. K heç vaxt 3 nömrəli yerdə gələ bilməz. Digər variantları əmin olmaq üçün oxuyaq. L markalı maşın bir nömrəli yerdə dayanmışdır. Bəli, L-i bir nömrəli yerdə yazmaq olar. K ilə Y-in yerini dəyişərəm. K burada, Y burada çox rahatına yazmaq mümkündür. K və L markalı maşınlar yan yanadır. K və L-i bəli, yəni onsuz da yerləşdirmək üçün K-nı 2-yə, L-i də 3-ə yazanda, K ilə daha doğrusu Y-i də 3-ə yazanda 1 ilə 2 də K ilə yan yana ola bilər. Yəni belə bir hal mümkündür. Sonuncu variantda isə M və Y maşınları yan yana dayanmışdır. Elə hal-hazırda yazdığım mənzərədə M ilə Y maşınları yan yana dayana bilər. Yəni belə bir hal da mümkündür. Bütün variantlarda yenə doğruluq payı var, amma B variantı tamamilə səhv, mütləq səhv bir variantdır. Keçək növbəti sualımız 60-cı suala. 60-cı sual piramida tipli şəkil ədəd əlaqələrinə aiddir. Deməli, bu sualımızda həll qaydası necə olacaq? Aşağıdakı rəqəmləri toplayıb yazmışıq yuxarıda. 2-nin üzərinə 5 gəlirik, eləyir 7. 5-in üzərinə 7 gəlirik, eləyir 12. Fikir verdinizsə, ədəd demədim, rəqəmləri dedim. 7 və 11 kimi yox, biz 11-in rəqəmləri ilə toplayırıq 7-ni. 7-nin üzərinə 2 gəlirik, cavab edir 9. Yəni 11-in rəqəmlərini 1 üstə 1, 2 kimi qəbul edib, birbaşa 7 ilə 2-ni toplayırıq. Eyni şəkildə 23-də də 23-ün rəqəmlərini toplayırıq, eləyir 5. 2-nin üstə 5 gələndə cavab eləyir 7. Bir pillə yuxarı qalxaq. Eyni şəkildə 7, 12-nin rəqəmləri cəmdə 3-dür. 7-nin üstə 3 gələndə cavab 10 eləyir. 3-ün üstə 9 gələndə cavab 12 eləyir. 9-un üstə 7 gələndə cavab 16 eləyir. Bir pillə yuxarı qalxsaq, onun rəqəmləri cəmi 1, 12-nin rəqəmləri cəmi də 3. 1-in üstə 3 gələndə cavab 4, 16-nın rəqəmləri cəmi 7. 3 üstə 7 gələndə cavab verir 10. Sualın cavabını tapsaq, bu 4, onun da rəqəmləri cəmi 1-dir. 4-ün üstə 1 gələndə sual işarəsi oldu 5. Düzgün cavab A variantı 5. Deməli, nə elədik? Aşağıdan yuxarıya doğru cavablar alarkən ədəd kimi yox, ədədlərin rəqəmlərini toplayaraq yazdıq onların üzərindəki xanaya. Davam edirik. 61-ci sual. Aşkar operatorlar mövzusuna aiddir. Deməli, aparaq birinci mötərizədən başlayaraq hesablamağa. A bərabərdir 32-yə, B bərabərdir 5-ə. Sağ tərəfə A-nın yerinə 32, B-nin yerinə 5 yazıb hesablarıq. Kök altında A-nın yerinə yazırıq 32, B-nin yerinə yazırıq 5. Nə alınır? 5-ci dərəcədən kök altı 32. O da kökdən çıxacaq 2. Deməli, birinci mötərizənin cavabı oldu 2. Sonra üzərində qeyd edilənlərimizi silib, ikinci mötərizənin həllinə keçirik.
Deməli, ikinci mötərizədə bu dəfə A bərabər olur 64-ə, B bərabər olur 3-ə. Sağ tərəfdə kök altında A-nın yerinə 64, B-nin yerinə yazırıq 3. Alınır. Kök altında 3-cü dərəcədən 64, ondan da kök çıxacaq 4. Deməli, ikinci mötərizənin cavabı oldu 4. 2, 4. 2 ilə 4-ü cəmləyəndə testin cavabı oldu 6. Düzgün cavabımız Y variantı 6. 62-ci sual. Analogiya sualıdır. Yenə sözlərin arasındakı məntiqi əlaqəyə əsaslanıb düzgün variantımızı seçməliyik. Nədir sözlər baxaq? Qanat, bildirçin, quş. Deməli, bildirçin bir quş növüdür, quşdur. Qanat isə onun orqanlarından, yəni hissələrindən biridir. Buna uyğun variantlara baxaq. Baxaq ki, B variantında ağac bitkidir, yarpaq isə ağacın hissələrindən biridir. Düzgün cavabımız olacaq B variantı. Məsələn, digər variantlarda səhvliklər nədir göstərim. A variantında əgər pələnglə heyvanın yeri dəyişdirilsə doğru olardı. Pələng heyvandır, onun da hissələrindən biri pəncədir, amma yerləri səhvdir. Ortada pələng, sağ hissədə heyvan yazılmalı idi. Digər variantlarda isə ümumiyyətlə uyğunluq yoxdur. Keçək növbəti sualımız 63-cü suala. 63-cü sual. Qeyri-aşkar operatorlar mövzusuna aiddir. Sağ hissədəki ədədlərə diqqət yetirdikdə hər birinin kvadrat olduğunu görürük. Həqiqətən də kvadratlarla bağlı bir hesablamadır. Deməli, necə bir üsul tətbiq eləmişik? Soldakı ədədi, yəni 5-i vurmuşuq sağdakı ədədin kökünə. Kökdə 49. O da bərabərdir. 5 vuraq 7 bərabərdir 35-ə. Birinci ədədi ikincinin kökünə vurmuşuq. Bütün sətirlər təbii ki, eyni qaydada 13 vuraq kökdə 36 bərabərdir. 13 vur 6, o da bərabərdir 78. Üçüncü sətirdə 45 vurulsun kökdə 4 bərabərdir 45 vur 2, o da bərabərdir 90. Və nəhayət cavabı tapsaq 19 vurulsun kökdə 25, o da bərabərdir 19 vuraq 5 bərabərdir 95. Düzgün cavab oldu Y variantı. Sonra 64-cü sual yenə şifrələr mövzusuna aiddir. Bu necə bir şifrələmə tipidir? Bu dəfə sağ hissədə hər hərfin yanında duran rəqəm hərfin mövqeyini göstərir. Yəni H5 o deməkdir ki, müəllim sözünün 1, 2, 3, 4 və 5-ci hərfini H şifrələyir. Birinci kodu, ikinci isə onun rəqəm sonu mövqeyidir. G ikinci hərfi şifrələyir, sonra A üçüncü hərfi şifrələyir, C yeddinci hərfi, H yenə dördüncü hərfi, C birinci hərfi, S isə altıncı hərfi. Rəqəmlər uyğun hərfləri düzdür. Eyni şəkildə tələbədə də A altıncını, H üçüncünü, X birincini, G beşincini, A dördüncünü, digər A da ikincini şifrələyib. Bilik sözündə isə Y beşincini, yəni K-nın şifrəsi olur, S dördüncünün şifrəsi, digər S ikincinin şifrəsi, çünki ikisi də Y-dir, G birincinin şifrəsi, H da üçüncünün şifrəsi. Gələk şifrələnmiş sözü açıq. Sözü açmamışdan qabaq əvvəlcə şifrələri ardıcılayacaq. Gizlədilmiş sözün birinci hərfi C yazılmalıdır. İkinci hərfinin şifrəsi A-dır. Sıraya yığırıq. Üçüncü hərfinin şifrəsi P-dir. Dördüncü hərf H. Beşinci hərf yenə A. Sonuncu altıncı hərf isə Q-dır. Yuxarıdakı nümunələrdən şifrəni açaq. C nəyi şifrələyirdi? M-i. A nəyi şifrələyir? Ə-ni. X nəyi şifrələyir? T-ni. H, L-i yuxarıda var. A nəyi şifrələyirdi? Ə-ni və Q isə şifrələyirdi. Tələbədə var B-ni. Deməli, şifrələnmiş söz nəymiş? Mətləb. Düzgün cavabımız oldu B variantı. Sonra davam edirik. Keçid eləyək növbəti sual 65-ci suala.
65-ci sual anaqram mövzusuna aiddir. Bu dəfəki sözlər A variantı təyyarə, D variantı avtobus, B variantı vertolyot, Y variantı avtomobil. C variantı isə nəqliyyatdır. Deməli, nəqliyyat bunları ümumiləşdirən sözdür. Hər biri nəqliyyatın növüdür. C-dəki söz isə bunlardan fərqli olaraq onları ümumiləşdirən bir sözdür. Düzgün cavab oldu C variantı. 66. 66-cı sualda necə bir üsul tətbiq eləmişik? Alt-alta olan bir ardıcıllıq növüdür. Deməli, 23-dən 56 necə almışıq? Birinci rəqəm, birinci ədəd. Ədədin birinci rəqəmi rəqəmləri cəmidir, ikinci isə hasilidir. Yəni 23 ədədi də kənarda yazıram əvvəlcə. 2-nin üstə 3 gəlmiş əvvəlcə 5 almışıq. İkinci tərəf isə 2-ni 3-ə vurub 6-nı almışıq. Əvvəla rəqəmləri cəmi, sonrası isə rəqəmləri hasil yazmışıq. Təbii ki, eyni qayda ilə 4-ün üstünə 5 gələndə 9, ayırım ki, daha yaxşı görəsiniz. 4-ü 5-ə vuranda 20. 8-in üstünə 8 gələndə 16, 8-i 8-ə vuranda 64. 7-nin üstünə 3 gələndə 10, 7-ni 3-ə vuranda 21. 9-u üstə 4 gələndə 13, 9-u 4-ə vuranda 36. Deməli, əvvəl cəmi, sonra hasilini yazırıq. Elədirsə, 6-nın üstə 3 gələndə biz əvvəlcə 9-u, ardınca isə 6-nı 3-ə vurub yanına yazmalıyıq 18-i. Onda nə alındı bizdə? 918. Düzgün cavabı oldu B variantı. 67-ci sual yenə bir analogiya sualıdır. İftira, böhtan. Bizə sözlər cüzü təhlil olub. İftira, böhtan. İftira, böhtan nədir? Bir-biri ilə eyni mənalı sözlərdir. Deməli, variantlardan eyni mənalı bir söz seçməliyik. Baxaq, eyni mənalı söz nələr var? Bərfəc, xəsis, eyni mənalı deyil. Layihə, layihə, fərman eyni mənalı deyil. Sual-cavab eyni mənalı deyil. Yaddaş fikir eyni mənalı deyil. Amma D variantındakı gizli, xəlvət hər ikisi eyni mənalı sözlərdir. Düzgün olacaq onda D variantı. 68-ci sual. 68. Mətnin məntiq təhlilidir. Əvvəlcə boş bir sahə hazırlayaq, sonra mətnimizi oxuyarıq. Nə deyir? Müəllim Qarabağ Azərbaycandır mövzusunda imla yazdırdı. Şagirdlərdən Kamil, Seymur, Vahid, Tahir və Nailə hər biri imlanın abzasların birində səhv etmişdir. Onların hər biri fərqli abzasda səhv etmişdilər. Dərsdən sonra şagirdlər sinif yoldaşlarının buraxdığı səhvlər barədə rəylərini bildirdilər. Gəlin indi bir-bir rəyləri oxuyaq görək, kim hansı rəyi bildirib. Birinci şagird. Birinci şagird deyib ki, Kamil birinci abzasda qeyd edir qarşısında. Kamil birinci abzasda, Vahid isə dördüncüdə səhv edib. Vahid isə dördüncüdə səhv edib. İkinci şagird deyib, Seymur ikinci abzasda, Seymur ikinci abzasda, Vahid yenə dördüncü deyiblər. Vahid dördüncüdə səhv edib. Üçüncü şagird deyib, Seymur ikinci abzasda, Seymur ikinci abzasda, Kamil üçüncüdə səhv edib. Kamil isə üçüncüdə səhv edib. Dördüncü şagird deyib, Tahir birinci abzasda, Tahir birinci abzasda, Nailə ikincidə səhv edib. Nailə isə ikincidə səhv edib. Və sonuncu şagird deyib ki, Nailə üçüncü abzasda, Nailə üçüncü abzasda, Tahir isə beşincidə səhv edib. Tahir isə beşincidə səhv edib. Cümləni oxuduqdan sonra bizə belə bir əlavə şərt verib ki, hər bir şagirdin dediyinin yalnız biri həqiqətdir. Deməli, hər şagird bizə iki ifadə işlədibdir. İki ifadə. Bu ifadələrdən yalnız biri həqiqətdir. İndi hansı ifadənin, kimin dediyi ifadənin hansı hissəsinin həqiqət olduğunu bilmədiyimiz üçün bunu yoxlayaraq tapacağıq. Necə bir yoxlama işi aparaq? Əvvəlcə başlanğıcda deyək ki, Kamil bir də səhv etmiş olsun, yəni
birinci hissəsi həqiqət olsun, onda vahid 4 hissəsi olacaq yanlış. Əvvəlcə bu formada davam edib dolduracaq. Əgər bir ziddiyyət olmasa, deməli belədir. Yox, hər hansı bir yerdə ziddiyyətlə üzləşsək, onda gəlib burada plusla minusun yerini dəyişəcəyik. Onda kamil bir hissəsi yanlış, vahid 2 hissəsi, vahid 4 hissəsi olacaqdır doğru. İndi bu formada davam edək. Əgər vahid 4-də səhv etməyibsə, onda ikincidə də yanlış kimi götürəcəyik. Onda Samir ikinci hissəsi olacaq doğru. Samir 2 hissəsi doğrudursa bu cümlənin, onda Kamil 3 hissəsi olmalıdır nə? Yanlış. Baxırıq, bu gedişata görə yuxarıda bizə şərtdə demiş ki, hər kəs fərqli sətirlərdə səhv edib. Artıq Samir 2-də səhv edibsə, onda Nailə 2-də səhv eləyə bilməz. Onda bu cümlə olmalı yanlış. Bu yanlışdırsa, onda Tahir 1 oldu nə? Doğru. Aha, ziddiyyətlə rastlaşdıq. Tahir də birinci sətirdə səhv eləyib. Kamil də birinci sətirdə səhv eləyib. Deməli, artıq ikisi də 1-ə düşdüyünə görə bizim şərtimizə ziddiyyət təşkil edir. Bizə demişdi axı, hər kəs fərqli sətirlərdə səhv eləyib. Onda deməli, biz səhvi əvvəldən eləmişik. Qayıdıb əvvələ artıq yazdıqlarımızı dəyişməliyik. Bütün yazdıqlarımızı silirik. Onda artıq K1, yəni kamil bir ifadəsi yanlış, V4 hissəsi doğrudur. Artıq ürəkli doldura bilərik. Çünki bundan əvvəlki hissə yanlışsa, deməli bu 100% doğrudur. Vahid 4 doğrudursa, avtomatik burada da doğrudur. Onda Samir 2 hissəsi yanlışdır. Samir 2 deyilsə, onda Kamil 3 hissəsi oldu doğru. Düşürük aşağıya, digər hissələrə baxırıq indi. Kamil 3-də səhv edibsə, artıq Nailə 3-də səhv eləyə bilməz. Bu hissəsi yanlışdır. Onda bu hissəsi olmalıdır doğru. Tahir 5-də səhv edibsə, artıq Tahir 1-də səhv eləyə bilməz. Onda Nailə 2 hissəsi oldu doğru. Artıq mənzərəyə baxırıq ki, deməli, baxırıq ki, Vahid 4-də səhv etmiş, Kamil 3-də, Nailə 2-də, Tahir isə 5-ci bəhddə səhv edib. Bizdən nə soruşur? 3-cü abzasda səhv eləyən istəyir. 3-cü abzasda kim səhv edib? Baxırıq mətnimizə ki, Kamil. Düzgün cavab oldu. A variantı Kamil. Deməli, bu tip mətnlər bir daha qarşımıza çıxarsa, belə bir mətnlərlə üzləşdikdə, əvvəla verilən ifadələri ayrıca yazırıq. Sonra isə yalan doğru məsələlərindən bir hissəsi yalan, bir hissəsi doğru olduğu üçün əvvəlcə birinci hissəni doğru, ikinci hissəni yalan olaraq götürürük. Ziddiyyət üzləşməzsə elə götürdüyümüz olur doğru, ona uyğun da variantı seçirik. Bizim testlər kimi əvvəlində bir ziddiyyət gördükdə, yəni hansısa yerdə uyğunsuzluqda yazdığımız plus minusları silib, birinci sətirdə yerini dəyişərək davam edirik. Əvvəlcə birinci minusu verir, sonra plusu veririk. Artıq birinci yanlış olduğu üçün ikincinin yanlış olma ehtimalı yoxdur. İkincini verdikdə testimizin cavabı tamamilə doğru alınacaq. Keçək növbəti sualımız 69-a. 69-cu sual şifr proqramlar mövzusuna aiddir. E, L, S, B bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanun uyğunluğu müəyyən edib, sualın əvəzindən düzgün variantını seçək. Vurma sualıdır. Baxaq görə bizim üçün harada ipucuları var, oradan başlayaq. Baxırıq ki, S-ni S-ya vurub, sonu 4 ilə bitən bir ədəd alıb. S-i S-ə vurub, sonu 4 ilə bitən ədəd alınıbsa, deməli, burada iki variant olar. Ya 2-ni 2-yə vurub 4-ü alıblar, ya da ki, 4-ü 8-i 8-ə vurub 64-ü alıblar. Onun hansı olduğunu hardan bilə bilərik? Baxırıq ki, S-i 2-yə, Y-yə vuranda burada ədədin əvvəli 27 ilə başlayıb. Onda biz S-ə heç vaxt 2 yaza bilmərik. Çünki 2-ni heç nəyə vuranda gedib 27, yəni 27 ilə başlayan bir ədəd ala bilməyəcək. 2-ni 3 rəqəmi bir ədəd vurduqda 2700 ilə başlayan bir ədəd ala bilmərik. S kiçik olduğu üçün onda 2-ni yox, 2 kiçik olduğu üçün birbaşa 2-ni yox, 8-i verərək başlayırıq. Deməli, S oldu 8. S-in yerinə adı 8-dir. Yenə elə əvvəlinə baxırıq ki, Y-yə bəs neçə yazacaq? 8-i Y-yə vuranda 27-yə yaxınlaşmalıdır. Mən təbii ki, Y-yə 4 yazsam, 8-ə vurduğunda 32 eləyər, çox böyük eləyər. 2 yazsam, 2 dəfə 8-in 16 eləyər. Bu dəfə də çox kiçik eləyər. Deməli, mən birbaşa elə 3-ü rahatlıqla götürə bilərəm ki, Y 3 imiş ki, 24 eləsin ki, yadda qalan rəqəm nədir? 27-yə tamamlanmış olsun.
Hə, 24 isə yadda deməli neçə qalmalıdır? 3 qalmalıdır. Onu nəzərə alaraq elə qiymət verəcəyik. Elə qiymət verməliyik ki, yadda 3 qalsın. 8 8-ə vuranda 64, 4 yazırıq 6 yadda. İndi keçək el hissəsinə. Dedik elə qiymət verməliyik ki, yadda 3 qalsın, yadda 3 qalsın, yəni 30 neçə olsun. 8-i nəyə vuranda 30 neçə eləyir? Təbii ki, 4-ə. Deməli, elə də 4 verməliyik ki, 8 dəfə 4-ün 32, 6 da yadda eləsin 38. 8 yazırıq 3 yadda, 8 dəfə üçün 24, 3 də yadda 27. Bu hissəsi tamamilə doğru ödəndi. Keçir ikinci hissəsinə. 3-ü 8-ə vuranda birinci nöqtə oldu 4. Yəni 24. 4 yazırıq 2 yadda. 3'ü 4'e 12. 2 de yadda 14. Yine 4 yazırıq 1 yadda. 3'ü 3'e vuranda 9. 1 de yadda 10. Topladıqda bu nöqtə oldu 4. 8 üstə 4 gələndə V oldu 2. Yəni 12 1 yadda. 11 1 de yadda 12 1 yadda. 2 1 de 3. Bu da 1. Bizdən isə soruşduğu hərf V hərfidir. V'yə hansı qiymət aldı? 2. Düzgün cavabımız oldu B variantı. Sonra davam edirik. 70-ci sual. Hərflərlə bağlı bir ardıcılıqdır. Deməli, bu ardıcılığımızda 4 hərfin təkrarlanmasıdır. Baxırıq ki, A, B, C dörtlü qruplar şəklində ayırsaq, bütün sıranı dörtlü qruplar şəklində ayırsaq, təkrarlanmanı daha rahat görə bilərik. Çatışmayan hərfləri yazaq yerinə. A, B, C, burada D çatışmır, D-ni yazıq yerinə. D, A, B, C, C, D, B. A yoxdur, A-nı yazdıq yerinə. B, C, D, A-sı yoxdur, A-nı yazdıq yerinə. A, B, C, D, D, A, B çatışmır, B-ni yazdıq yerinə. Sonra C, D, A, B, B, C, D, burada da A yoxdur, A-nı yazdıq yerinə. Deməli, testimizin cavabı nə oldu? D, A, A, B, A. D, A, A, B, A. Yəni D variantı. Deməli, bu testdə üsulumuz nə oldu? Həm hərflər dörtlü qruplar şəklində təkrarlanır, həm də yer dəyişmə var. Yer dəyişmə nədir? Hər dəfə yeni sıra alınarkən sondakı hərfi əvvələ keçirmişik. Yəni, son əvvələ keçirəndə alır D, A, B, C. Sondakını əvvələ keçirir, olur C, D, A, B. Sonu keçiriyi əvvəli olur B, C, D, A. Sonu keçiriyi əvvəli olur yenə A, B, C, D. Yenə sonu əvvələ keçirik D, A, B, C. Sonu keçiriyi əvvələ C, D, A, B. Ən sonda da yenə B-ni keçiririk əvvələ və B, C, D, A. Hər dəfə yeni hərf qrupu yazılarkən eyni dörtlü qrup olur. Sadəcə sondakı hərf əvvələ keçərək həm yer dəyişmə var içərisində, həm də təkrarlanma. 71-ci sual. 71-ci sual yenə qeyri-aşkar operatorlar mövzusuna aiddir. 63-dən 3627 necə almışıq? Əslində bu 3627 yox, 36 və 27 idi. Yəni, birinci rəqəmi kvadrata yüksəltmişik, 6-nın kvadratı bərabər 36, ikinci rəqəmi isə kuba yüksəltmişik. 3-ün kubu bərabər 27. 36 və 27-ni yanaşı yazaraq 3627 ədədini düzəltmişik. Bütün zərflər eyni qayda ilə. 4-ün kvadratı 16, 2-nin kubu 8. 5-in kvadratı 25, 3-ün kubu 27. Elədirsə 7-nin kvadratı əvvəlcə 49 yazmalıyıq. Ardınca da 4-ün kubu 64-dür. 49, 64. Yəni 4964. Düzgün cavabımız oldu C variantı. Keçək növbəti sualımız 72-yə. Şəkil ədəd əlaqələridir. Bu sualımızda isə kənarda duran ədədləri toplayıb yazmışıq mərkəzə. Yəni 9, 15, 7 və 3-ün cəmi eləyir 34. Bir dənəsini yazaraq da göstərim. 9, 15, 7 və 3. Hər birini toplayanda bərabər elədi 34-ə. Təbii ki, digər kəpənəklər də eyni qayda ilə 16, 17, 33, 5, 38, bu da 21, elədi 59. 32, 11, elədi 43, bu da 14, 57, üstünə də 8 gələndə 65.
Elədirsə cavabımızı tapaq. 21 üstə gələk 12, elədi 33, üstə gələk 23, üstə gələk 7 bərabərdir. Elədi 63. Göstərim üzərində 21, 12, 23, 7. Hər birini toplayanda cavab oldu 63. Düzgün cavabımız da oldu B variantı. 73 anagram sualıdır. Bu dəfəki sözləri açaq. Birinci söz nağaradır. İkinci söz B variantı gitara, C variantı qarmon, D variantı kamança, Y variantı isə musiqi. Deməli, hər biri musiqi alətidir. Fərqli variant olacaq Y variantı. Digərindən fərqləndirən. Hər biri musiqi alətidir. Y isə onları yenə də ümumiləşdirən bir sözdən istifadə etmişik. Sonra 74-cü sual. 74 aşkar operatorlara aiddir və bu misalın xüsusi bir adı var ki, adı tərs funksiyadır. Bu tip sualları necə həll edirdik? Deməli, sualımızı həll etmək üçün bərabərliyin solundakı olan ifadəyə deyirdik bir x, onun tərsi olan ifadəyə deyirdik y. Əvvəla bütün verilənləri olduğu kimi yazırdıq. Yəni, x bərabərdir 2 vurulsun y üstə gəl b çıx a kvadratı. Yazdıqdan sonra qaydamız ondan ibarətdir ki, hər zaman x ilə y-in, a ilə də b-nin qarşılıqlı yerini dəyişib ikinci tərslərini qurmalıyıq. Yəni, x-dirsə əvəzinə y yazırıq, bərabərdir. 2 vuraq. Y-in əvəzinə x, üstə gəl. A, çıxaq. A-nın da əvəzinə yazırıq b kvadratı. Təlimimiz qurulandan sonra təməl qayda. Təməl qaydamız nə idi? Operatorun solu soluna, sağı sağına bərabər olmalıdır. Yəni, A bərabər 5, B bərabər 3. A-ları yerinə 5, B-ləri yerinə 3 yazıb tənliyimizi həll edirik. Yazıq A-ları B-ləri yerinə, onda x bərabər olacaqdır. 2y üstə gəl. B-ni yerinə yazırıq 3, A-nın yerinə yazırıq dedik 5. 3 çıxaq 5-in kvadratı. Aşağıda da y bərabərdir. 2x üstə gələk. A-nın yerində 5 çıx, B-nin yerində 3-ün kvadratı. Qaldı bir dənə tənliyimizin həlli. Tənliyimizdə necə həll edəcəyik? Aşağıda y-in qarşısında gördüyünüz ifadəni yuxarıdakı birinci tənlikdə əvəz edib testimizin cavabını tapırıq. X bərabərdir 2 vurulsun. Y-in yerinə yazırıq 2x. Deməli, 3-ün kvadratı eləyir 9. 5-dən də 9 çıxanda eləyir 5 çıxılsın 9 bərabər eləyir -4. Yəni çıx 4. Ötərzəni bağladıq. Burada birinci ifadədə bu 3 idi. Bu da 25. 3-dən isə 25 çıxanda çıx 22. Aşağıda x bərabərdir. Mötərizəni vurub açsaq. 4x çıx 8 çıx 22. Buradan da mənfi 3x sola keçsə eksi bərabərdir. Mənfi 8 mənfi 22 eləyir mənfi 30-a. X də bərabər eləyir müsbət 10-a. Və bu tip suallarda x-i aldığımız cavab hər zaman testin cavabıdır. Çünki biz bərabərliyin sol tərəfindəki ifadəyə bir x demişdik. Düzgün cavabımız olur C variantı 10. Növbəti sual 75. Şifrələrə aiddir. Hər bir hərfin şifrəsi cədvəldə verilib. Aşağıdakı şifrəni cədvələ uyğun, sıranı cədvələ uyğun bölmək lazımdır. Həmçinin elə bölgü aparmalıyıq ki, böldüyümüz variantlarda da olsun. Baxırıq. Qara ürək. Qara ürək biz tək başına K-da deyə bilərik. Bu hissəyə birbaşa K-da deyə bilərik. Ki, bir çox variant olsa da K ilə başlayır. Ya da üçlü qrup formasında i-də deyə bilərik. İndi baxaq görək i-dir. i-dirmi yoxsa K-dır? Bir dənə variantda i var. Ona görə əvvəlcə i-ni yoxlayıram. Əgər mən buna i desəm, i. Yenə B variantına uyğun bölgü aparıram. Burada i desəm, hələ ki düz gəlir. Baxırıq o-ya. Onda bu hissəsi o eləyir. I və o. Sonda qaldı bizdə o ürəyə qədərdir. Sonda qaldı bizdə bir dənə ürək. Bir ürək isə K-dır. Yəni onda gərək axırına yazacaq K.
i deyə başlasa o, axırı k ilə bitməlidir. Amma B variantının sonu n ilə bitib. Ona görə B variantı bu testin cavabı ola bilməz. Keçdik indi digər variantlara. Deməli, i ilə başlamayıbsa onda dəqiq olaraq nə ilə başlayıbdır? K ilə. K da tək ürək olduğu üçün bir dənəsini K-ya ayırdıq. K-ya ayırdıqdan sonra tək ürək gəldiyi üçün, daha doğrusu tək günəş gəldiyi üçün buna biz n deməyə məcburuq. Bu aralıq olacaq Kn formasında. Kn formasında davam edirsə, ikinci hissəyə baxırıq. Yenə ürək gəlir burada. Yenə ürək gəlirsə, biz bu hissəyə i hərfi də deyə bilərik. Bu hissəyə tək başına k hərfi də deyə bilərik ki, variantlarda kn, k da var, kn, i də var. Deməli, bizi nəyə maraqlıdır? Bizə maraqlı olacaqdır sonluq hissəsi. Variantların hamısını bir-bir yoxlamamaq üçün birbaşa sonuna baxsaq. Baxırıq ki, sonunda 2 dənə ürək gəlib. Sonunda 2 dənə ürək gəlibsə, bütün ürəklərin, bu ürəyin o hərfində ürəkdən dərhal əvvəl günəş gəlməlidir. Ürəkdən dərhal əvvəl günəş gəlməlidir. Ürəkdən dərhal əvvəl günəş gəlməlidir. Yəni, bütün ürəklərin, digər variantlarda olan ürəklərin hər birinin əvvəlində günəş fiquru gəlir. Əgər burada iki ürək yan yanadırsa, onda axırıncı ürəyə biz K deməyə məcburuq. Axırı mütləq K olmalıdır ki, burada iki ürək yan-yana gələ bilsin. Digər ürəyə problem yoxdur. Digərlərin başqa hərflərin tərkibində işlətmək mümkündür. Digərlərinin hər birinə uyğun gəlir. Amma axırı mütləq K olmalıdır. Elə axırı mütləq K-dırsa, onda birbaşa A variantı, Y variantı, C variantı artıq testin cavabı deyil. Axırı K olan bir dənə variant var, o da D variantı. Digərinə buna uyğun tamamlasaydı, K-ni hissəsi tapmışdıq. Həqiqətən bu hissəsi idi. D variantı üzərində tamamlasaq, qaldı belə bir hissəsi. Bu da 2 günəş, 1 ürək. O da bərabərdir ona. Yəni K, N, I, O və K tamamilə doğru cavabımızdır. Sonra keçid eləyək növbəti 76-cı sualımıza. 76-cı sualda isə yenə qeyri-aşırı operatordur. Bu sualda biz çıxıb tərsini yazmışıq. 75-dən sıfırı 43-ü bərabər edir 32. 32-ni də tərsinə çevirmişik, olub 23. Həmçinin 37-dən çıxırıq 19-u bərabər edir 18. 18-in tərsi 81. 63-dən çıxırıq 28-i bərabər edir 35. 35-in tərsi 53. Elədirsə cavaba gedək. 59-dan çıxırıq 35-i bərabər edir. 59-dan 35 çıxanda 24. 24-ün tərsi lazımdır bizə 42. Düzgün cavab oldu D variantı. Fərqinin tərsi şəklində bir struktur yazmışıq sualımızı. Sonra keçək növbəti sualımız 77-ci suala. Yenə bir blok mətnidir. 77, 78-ci suallar. Yenə növbəti 3 sual eyni blokla, daha doğrusu 2 sual 77 və 78 eyni blokdakı mətnlərlə həll olunacaq. Əvvəlcə yenə bir boş sahə yaradaq. Mətnimizi həll etmək üçün daha sonra şərtlə tanış olarıq. Bir ədəd yaşıl, 2 ədəd qırmızı, 3 ədəd qara, 2 ədəd mavi, 2 ədəd ağ rəngli maşının iştirak etdiyi bir yarışın nəticəsində aşağıdakılar bəlli edilir. Əvvəllə rəngləri qeyd edək. Kənarda bizim üçün dursun. Bir ədəd yaşıl, biri yaşıldır. 2 ədəd qırmızı, 2 qırmızıdır. 3 qara, 3 qara, qara. Qaranı tam yazaq ki, qırmızı ilə dəyişik salmayaq. 2 mavi, 2 ədəd də ağ. 2 ədəd də ağ. Deməli, neçə dənədir? 2, 4, 7, 10. 10 ədəd maşın var imiş və yarışın nəticəsində aşağıdakılar bilinir. 10 ədəd maşın varsa və maşınların sıralaması da bağlıdırsa, onda 1-dən 10-a qədər nömrələyək. 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Həmən bu nömrələr üzrə maşınları yerləşdirəcəyik. Yarışı ilk və sonuncu bitirən maşınlar eyni rənglidir. Maşının ilk və sonuncu eyni rənglidirsə, deməli, birinci və sonuncu yerə biz yaşıl yaza bilmərik. Çünki yaşıl rəngdən cəmi bir maşınımız var.
Bunların ilk və sonu, belə kənarda burada qeyd edirəm ki, birinci və 10-cu maşın bərabər yazıram ki, bərabər rənglidir. Üstünə də rəng yazar. Sonraki cümlələrdə yaddan çıxmasın. 1 ilə onun rəngi bərabər, yəni eyni olmalıdır. Yarışı dördüncü yerdə yaşıl qeyd eləyək. Dördüncü yerdə yaşıl. Səkkizinci yerdə mavi rəngli maşın bitirmişdir. Səkkizdə isə mavi. 4 yaşıldır, 8 isə mavi. Qara rəngli iki maşın yarışı ardıcıl bitirmişdir. Fikir verək, qara rəngli iki maşın deyir. Bizdə qara rəngli üç maşın var. Deməli, bu üç maşından ikisi yarışı ardıcıl bitirməlidir. Yenə kənarda özümüz üçün qeyd edirik. Qara və qara. İki qara mütləq yarışı yan-yana bitirməlidir. Hər qırmızı maşının ardından bir mavi maşın yarışı tamamlamışdır. Hər qırmızının ardından bir mavi yarış. 2 ədəd qırmızı maşın var. Deməli 8-də mavi varsa, onda məcburən mən 7-yə qırmızı yazmalıyam ki, hər qırmızının ardından bir mavi düşə bilsin. Deməli yerdə qaldı bir mavi, bir qırmızı cütlüyü. Onlar da hər hansı bir nömrədə ardıcıl yazılacaq. Bu o deməkdir ki, mən mavini və qırmızını birinci və sonuncu artıq yaza bilmərəm. Eyni rəngli rənglərdə söhbət gedir. Yəni, birinci və 10-cu yerlər eyni olduğu üçün bu mavi və qırmızı da deyil, yaşıl da deyil. Deməli, nə qaldı? Ya qara rənglərdir, birinci və sonuncu, ya da heç adı çəkilməyən hələ ki, ağ rənglərdir ki, birinci və sonuncudur. Keçək indi aşağıdakı 77 və 78-in şərtləri ilə tanış olmaq. Əvvəla baxaq 77-ci suala. Bu məlumatlara görə aşağıdakılardan hansı mütləq səhvdir? Baxaq görək hansı mütləq səhvdir. Yarışı birinci yerdə bitirən maşının rəngi qaradır. Bəli, biraz əvvəldən nəticəyə gəldik. 1 ilə 10 eyni olduğu üçün ya ikisinə də qara yazmalıyıq, ya ikisinə də ağ yazmalıyıq. Yəni, ikisi ağ da ola bilər, qara da ola bilər. Bu nə mütləq doğrudur, nə də mütləq səhv. Sadəcə bilinmir. Bizə mütləq səhv cavab lazımdır. Yarışı birinci yerdə bitirən maşının rəngi ağdır. Biraz əvvəl qurduğumuz cümlə. Ağ da ola bilər, qara da ola bilər, ona görə bilinmir. Yarışı 9-cu yerdə bitirən maşının rəngi qırmızıdır. Yarışı heç vaxt 9-cu rəydə qırmızı maşın bitirə bilməz. Nəyə görə? Bizə şərt vermişdi axı, hər qırmızıdan sonra bir mavi gəlməlidir. Əgər mən 9-cu yerə qırmızı rəng yazsam, gərək onda mavini ona yazam. Bu hansı şərtə ziddir? Bizə şərt vermişdi ki, birinci ilə 10-cu eyni rənglidir. Ona mavi yazdım və mavi rənglər bitdi. Cəmi 2 mavi var idi. Biri 8-də düşdü, biri 10-da. Onda 1-ə mavi yazmaq mümkün olmur və nəticədə olur ziddiyyət. Ona görə də biz heç vaxt 9-a qırmızı yaza bilmərik. Bu tamamilə yanlış bir cümlədir. Heç vaxt 9-da qırmızı, dolayısıyla da 10-da mavi gələ bilməz. Digər variantları da oxuyaq qalmasın. Yarışı 7-ci yerdə bitirən maşının rəngi qırmızıdır. Bu tamamilə doğrudur. Onsuz da elə yazmışıq. Yarışı ilk yerdə bitirən maşının rəngi, ilk iki yerdə bitirən maşının rəngi qaradır. Burada da heç bir problem yoxdur. Bizə demişdi axı 2 qara yan-yana olmalıdır. Bizdə də 3 qara var. Birini əvvələ yazarıq, birini sona yazarıq, 2-yə də qaranı yazarıq ki, onsuz da şərtimiz pozulmasın. Yəni belə bir hal da mümkün ola bilər. Bütün variantlar ya doğrudur, ya doğruluq payı var, amma C variantı tamamilə yanlışdır. Keçək indi bunun 78-sini oxuyaq. 78-i oxumamışdan qabaq. Burada yazdığımız qeydləri silək. Bu üç hissəsi 3 şərt təbii ki, hərbisinə aiddir. 78-də əlavə bir şərt var. Yarışı 3-cü yerdə bitirən maşın mavi rəngli olduğu məlumdursa. Artıq 3-ə də deyir mavi yaz. Mən 3-ə mavi yazıramsa, onda 2-yə dərhal qırmızı yazmalıyım. Hansı şərtə görə? Hər qırmızı maşından sonra mütləq mavi maşın gəlməlidir. Bu şərtə görə. Aşağıdakı ifadələrdən hansı mütləq səhvdir? Baxaq görək. Mavilər, qırmızılar yazıldı, yaşıl yazıldı. Bizdə nə qaldı? 2 ədəd ağ, 3 ədəd də qara maşın. Burada adı yenə də bilinmir. Ağları 1-ə 10-a yazsaq, yəni eyni yazsaq, qalan boşluqlara qaralar və ya qaraları 1-ə 10-a yazsaq, digər boşluqlara düşəcəkdir ağlar. Mütləq səhv bir cümlə axtarırıq. Deməli, yarışı 6-cı yerdə bitirən maşın qaradır. Bəli, 6 qara da ola bilər, ağ da ola bilər. Bilinmir. B. Hər ağ rəngli maşının ardından bir qırmızı rəngli maşın yarışı bitirmişdir. Hər ağ rəngli maşının ardından heç vaxt bir qırmızı yarışı bitirə bilməz.
Çünki qırmızının biri 2-dədir, biri də 7-dədir. Mən əgər ağı 1-ə yazsam, digər ağı 10-a yazmağa məcburam. Niyə? 1 ilə 10 eyni olmalıdır. Onda hər qırmızı, hər ağdan sonra qırmızı yarışı bitirməyəcək. Yox, mən ağı onsuz da 6-ya yazsam, 6-ya yazsam. Onda 1 ilə 10-a digər qaraları yazmağa məcburam. Yəni, istənilən halda bu vəziyyətə görə birindən sonra qırmızı gələ bilər. İkisindən də sonra heç vaxt qırmızı gələ bilməz. Tamamilə yanlış bir cümlədir, yəni testin cavabıdır. Digər variantlarda oxuyaq. Yarışı axırıncı 2 yerdə bitirən maşınlar qara rənglidir. Heç bir problem yoxdur, ola bilər. 9-a 10-a qara, bir də 1-ə qara yazarıq. 5-6-ya da ardıcıl ağ götürərik. Yəni, ola da bilər, olmaya da bilər. Yarışı ikinci yerdə bitirən maşın rəngi qırmızıdır. Bu tamamilə doğrudur. Ağ rəngli maşınlar yarışı ardıcıl bitirmişdir. Bu da ola da bilər. Yəni, ağ necə? 1-ə və 10-a yazsaq ardıcıl bitirməyəcək. 5-ə 6-ya yazsaq ardıcıl bitirəcəklər. Yəni, ola da bilər, olmaya da bilər. Keçək növbəti suala. Yəni 79-cu suala. Şifroqramlar mövzusuna aiddir. Bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. G, A, L hərfləri. Yenə sual əvəzinə düzgün cavabımızı tapmalıyıq. Baxaq görək sualımıza hansı nöqtəsinə yanaşacaq. Baxırıq ki, biri deməli G, G-yə vurub G qalıblar. Çıxanda qalıb 0 və A. Daha sonra isə G-ni G-ya vurub bizdə bir AA ədədini alıblar. Deməli, G-ni G-ni G-yə vurub AA alıblarsa, onda burada nə nəticəyə gəlirik? Onda G mütləq və mütləq kiçik rəqəmdir. Çünki bu özünə vuranda yenə də 2 rəqəmi qarşı mütləq kiçik olmalıdır. Ya 1 olmalıdır, ya 2 olmalıdır, ya 3. 4 olsa artıq 4-ü 44-ə vuranda 3 rəqəminə də dağılır. Biri dərhal elədik. Çünki 1-i 11-ə vuranda 11 alınır. Yəni yenidən GG olmalıydı. AA ola bilməz. Birdən sonra nə qaldı? 2 və 3. 2 və 3-dən 3-ü dərhal əldə edirik. Çünki mən əgər G-ya 3 yazsam, bax bu hissədə görsənir. G-ya 3 yazsam. 6-dan 3 çıxanda 3 alınır. Yəni A-ya da 3, G-yə də 3 düşmüş olur. Deməli, mən G-yə 3 də yaza bilmirəm, 1 də yaza bilmirəm. Onda G-nin qiyməti neçəymiş? 2. 2-dirsə, aparıb bütün G-lərə, bütün misal boyu 2-lərimizi rahat yaza bilərik. 6-dan 2 çıxanda deməli A-lar da 4 imiş. Baxaq görə, həqiqətən 2-ni də 22-yə vuranda 44 alınır. Bu hissəsində də heç bir ziddiyyət olmur. Sonra nə ediblər? Deməli, A-ya aparıb 4 yazanda, 4-ü 22-yə vuranda erlər də olub 88. 88 və nəticədə bütün hərflər açılmış oldu. G 2 imiş, A 4, R isə 8. Bizdən cəmi soruşduğu üçün cəmi olacaq 14. Düzgün cavab eləyir C variantı. Deməli, ipucu haradaydı burada? G-da. G-ya 1, 2, 3 yaza bilərdik. 1 yaza bilmədik ona görə ki, G-ni G-yə vurub A fərqli ədəd olmalıydı. 3 yaza bilmədik ona görə ki, elə bəri başdan 6-dan 3 çıxanda onda A da 3 olurdu. Ona görə də birbaşa vaxt itirmədən yoxladıq 2-ni. 80-ci sual aşkar operatorlara aiddir. Əvvəla hardan başlamalıyıq? Mötərizənin içərisindən. Mötərizənin içi 7 ürəkdir. Yəni, aparıb ürəkdə 7-ni hesablamalıyıq. A bərabər 7-yə, A-nın yerinə yazırıq 7. Nəyə bərabərdir? 3-ü 7-yə vuranda kök altında. 3-ü 7-yə vuranda 21, 21 üstədə 4 gələndə 25. O da nəyə bərabərdir? 5-ə. Deməli, nə baş verdi? Birinci mötərizənin cavabı çıxdı, oldu 5. Amma 5-in yanında hələ bizim hesablamalı olduğumuz qara sımalik var. Aparıb qara simalikdə də 5-i hesablayırıq. A bərabərdir 5-ə. A-nın yerinə 5 yazanda nəyə bərabər olur? 2 vurulsun 5-in kvadratı üstə gəl 5. 5-in kvadratı 25, 2-yə vuranda 50, üstünə də 5 gələndə 55. Deməli, sualın yerində duran ədəd 55 imiş. Düzgün cavabımız isə A variantı. 81-ci sual şəkil ədəd əlaqələrinə aiddir. Suala baxan kimi görürük ki, misal daxilində fiqurlar fərqlidir. Fiqurlar fərqlidirsə, deməli mənası olacaq. Burada necə bir əlaqə qurmuşuq? Bu sualımızda ədədləri toplayıb, fiqurları onlardan çıxmışıq. Yəni, cavabı tapmaq üçün
13 üstə gələk 26 çıxılsın fiqurların cəmi. 4 bucaq və dairə. 4 bucaq və 6 bucaq. Dairədə isə cavabımız yazılır. 4 bucaq və 6 bucaq çıxılsın ilə ümumi şəkli yazım. 4 üstə gələk 6 bərabər. 13 üstə 26 gələndə eləyir 39. 39-dan da 10 çıxanda 29. Deməli, içərisindəki ədədləri toplayır. Fiqurların cəmini isə onlardan çıxmışıq. Təbii ki, hamısı eyni qayda ilə davam etməlidir. İkinci sətirdə 18 üstə gələk 41. Elədi neçə? 59 çıxar. Fiqurlar neçədir? 1, 2, 3 bucaq birincidir. İkincidə də 1, 2, 3, 4, 5, 6 bucaqlı fiqurdur. Üstə gəl 6. Bərabərdir. 59-dan 9 çıxanda cavab elədi 50. Cavab 50. Üçüncüdə 57 üstə gələk 29. Toplayıb çıxırıq nəyi? Fiqurları. Fiqurlar birinci ulduz 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 tərəfi var, yəni 10 bucaqlı bir fiqurdur. Üstə gələk, digərdə 1, 2, 3, 4, 4 bucaqlı bir fiqurdur. Bərabər elədi 72. Toplayanda eləyir. Deməli 86, 86-dan 14 çıxanda 72. Nəhayət sualımızı tapa bilərik. Keçid eləyək suala. Əvvəl ədədləri toplayırıq. 35 üstə gələk 43 çıxar. 35-in üstə 43 yəni elədi 78. Nə çıxmalıyıq indi bundan? 1, 2, 3, 4, 5, 6. Birinci fiqur 6-dır. İkinci fiqurda 1, 2, 3, 4, 5, 6. 6 və 7. İkinci fiqurda 7-dir. Deməli, neçə elədi? 13. Neçə tapışdıq birinci ədədi? 78 çıxaq 13 bərabər elədi 65. Düzgün cavabımız oldu C variantı. Fiqurlar ədədlərin cəmindən yerləşdikləri fiqurları çıxırıq. Keçirik növbəti 82-ci sualımıza. 82-ci sual analogiya sualıdır. Baxaq, dizel yanacaq. Dizel yanacağın bir növüdür. Dizel yanacaqdır. Baxırıq variantlara. İt pişik deyil, rəng sarı deyil, yerləri səhv verilib, əvvəlcə sarı, sonra rəng verilməlidir. Pəncərə mebel deyil, metan propan deyil, amma Şuşa bizim şəhərlərimizdən biridir. Şuşa şəhərdir, dizel isə yanacaqdır. Düzgün cavab oldu C variantı. Keçid edirik növbəti sual 83-ə. Şifrələr mövzusudur. Bizə sual işarəsinin əvəzinə duran variantı tapmağı tələb edir. Əvvəla şifrəmizi açaq. Şifrə üçün ipucuna baxırıq. Sözlərin ikisi Y ilə bitir, ikisi D ilə bitir, bir dənəsi B ilə. İki variant 1 ilə, ikisi 4 ilə bitir, 5 ilə, 5 də təkdir. Deməli, bu oldu axırıncının şifrəsi. Aparaq üzərində yazacaq. 6, 7, 3, 4, 5. 3, 4 və 5. Tapılan hərflərdən istifadə edə bilərik. Y'lərimiz oldu 4. Y'lərimiz oldu 4. Sonra Y'lər 4-dürsə, onda D'lərə də avtomatik qaldı 1-lər. Demişdik axı, sonunda 2 dənə 4 var, 2 dənə 1. Digər hərflərdən də yazacaq. N-ni 6 tapırsa aparaq yazaq əvvəlinə. 6 ilə başlayıb 1 ilə bitən variant. O da hansıdır? O da ikincidir. 6821. Aparaq yazaq 821. L oldu 0. İkinci rəqəmi 0 olan və sonu 1 olan. O da hansıdır? O da birincidir. 20341. 20341. Üçünün şifrəsini bildik artıq. Sonra qalxdıq biraz daha yuxarı. Tapılmış hərflərdən yazaq. Hansılarını tapmışıq? Məsələn, N-nin 6 olduğunu bilirdik. Yazaq üzərinə N 6-dır. Nə lazımdır deməli bizə? 3-ü qalanlardan 3-cü rəqəmi 6 olan. O da hansıdır? 3-cü rəqəmi 6 olan ən axırıncıdır. 97 654. 97 654. Bir dənəsi qaldı. O da avtomatik oldu birincinin şifrəsi ki 85 314 3 1 4. Gələk indi sual işarəsini tapaq. Tapdıqlarımızı yazaq. 8 5 3 1 4
Sual bilinmir. Üstəgəlsin x bərabərdir. F-nin yerində durub 9, H-ın yerində 7, N'in yerində 6, B'nin yerində dayanıb 5, N'in yerində dayanıb 6. 97.656. Məhsul toplanan tapmaq üçün nə edirik? Cəmdən məlum toplananı çıxırıq. 97.656-dan 85.314 çıxanda yerdə qalır 100, daha doğrusu 12.342. 12.342. Bizdə isə bunun şifrəsini soruşur. Gəlin də bunu şifrəyə çevirək. 12.342 ədədini. 1 nə idi? D. 2 nə idi? 2 K. 3 C idi. 4 4 tapmışdıq. Y idi. 4 Y. 2'nin de K olduğunu bildik. Deməli DK, CYK. DK, CYK. Hansı variantdır? DK, CYK. Cavab oldu Y variantı. Keçək növbəti sualımıza. 84. Ardıcıllıq sualıdır 84-cü sual. 84'te rəqəmləri fərqi ilə bağlı bir sualdır. 1-dən 1 çıxanda 0, 4-dən 3 çıxanda 1, 7-dən 5 çıxanda 2, 3-dən 0 çıxanda 3, 5-dən 1 çıxanda 4, 8-dən 3 çıxanda 5, 8-dən 2 çıxanda 6, 9-dan 2 çıxanda 7. Rəqəmləri fərqinə baxırıq ki, 0, 1, 2, 3, 4, 5, 6, 7 sırası əmələ gəldi. Deməli, sualın yerində rəqəmləri fərqi 8 olan bir ədəd edilməlidir. O da variantlarda hansı var? Düzgün cavab oldu A variantı. Sualın yerinə 80 yazsaq, 8-dən də 0 çıxanda 8-i almış olarıq. 85 anagram sualıdır. Sözləri açaq. A variantı sosioloq, D variantı psixoloq, B variantı politoloq, Y variantı arxeoloq. C variantı isə monoloqdur. Bunların hər biri sosioloq, politoloq, psixoloq, arxeoloq peşədir, insan peşəsidir. Monoloq isə bir termindir, tək şəxsin söhbətidir. Sonra davam edirik. 86-cı sual. Şifrələr mövzusuna aiddir. Deməli, baxaq görək bizim üçün ipucu harda verilir. Birincilərə baxırıq ki, birincilərdə görəcək hər biri onsuz da fərqlidir. İkinci sütunda üçbucaq, dairə, qara kvadrat, A kvadrat, 2 dənə bizdə nə var? Qara dairə. Deməli, ikincidən başlaya bilərik. Baxaq görək ikinci rəqəmləri eyni olan. Baxırıq hansı rəqəmlərdir? A variantı və C variantında ikinci rəqəmi ikisi də 2-dir, qalanlar fərqlidir. Deməli, qara dairənin şifrəsi neçə oldu? 2. Harada varsa aparıb üzərinə yaza bilərik. Harada qara dairə varsa aparıb üzərinə 2-ni qeyd edə bilərik. Qeyd eləyəndikdən sonra başqa bir neçə hərfin də şifrəsini tapaq ki, bizə artıq uyğunluq açılsın. Birinciyə baxırıq ki, bunun ikinci və dördüncü simvolları eynidir. Amma artıq başqa heç birində elə bir mənzərə yoxdur. Buna uyğun variant hansıdır? Bütün variantları analiz edəndə görürük ki, ikinci ilə dördüncüsü eyni olan B variantıdır ki, 5-5'dir. Deməli, A kvadratın şifrəsi neçə oldu? 5. A kvadratın şifrəsi neçə oldu? 5. Bizə nə lazımdır? Qara dairənin 2 olduğunu bilirdik. Bizə ikinci rəqəm 2 olan, yəni testimizin cavabı ya A idi, ya da C idi. Baxırıq ki, bu 2 dənə 2 olanlardan. Bunlardan birinin sonu 5 ilə bitir. Yəni, amma bizdə sonu 5 ilə bitmədiyi üçün sonu 5 ilə bitən testin cavabı ola bilməz. Ona görə düzgün cavabımız oldu A variantı. Artıq burada tək-tək bütün şifrələri açmağa ehtiyac yox idi. Sonra davam edirik. 87-ci sual. Əvvəlcə sualımızı şərt ilə tanış olaq. K, L, M bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanun uyğunluğu müəyyən edib sual işarəsindən və düzgün cavabı seçək.
Baxaq görək sual üçün bizə də ipucu harda təqdim olunub. Son hissəsinə baxırıq ki, K-dan K çıxıb sıfır alıblar. L-dən M çıxıb M alıblar. L-dən M çıxıb M alıblarsa onda L M-dən 2 dəfə böyük olmalıdır. Yəni L bərabərdir 2M olmalıdır. Onda biz M-də hansı rəqəmləri istifadə edə bilərik? 1 versək L2 olacaq. 2 versək 4 olacaq. 3 versək 6, 4 versək 8 olacaq. Artıq M-ə deməli 4-dən böyük heç nə verə bilmərik. Çünki L keçir 2 rəqəmliyə. İndi L M-in qiymətlər çoxluğu gördük. Baxaq görək hansını cütlüyü verəndə K-ya da uyğun qiymət ala bilirik. Misala geri dönüş edəndə əvvəlcə aparaq tapdığımız qiymətləri bir-bir yoxlayaq. M-ə verdik əvvəla 1, L isə oldu 2. M-ə 1 verdik, L isə oldu 2. Baxırıq ki, əgər elə 2 verdiksə, K-nı 2-ni K-ya vuranda son 2 ilə qurtarmalıdır. Təbii ki də K-ya yerindən 1 verə bilmərik, M-ə verilmişik. Belə vəziyyətdə K-ya ancaq 6 verə bilərik. 6 verdikdə 6-nı 2-yə vuranda 12 bir yadda, 2 bir də yadda 3. Belə olanda olur ziddiyyət. K-ya bir tərəfdə 3 düşür, bir tərəfdə 6. Deməli, bu o deməkdir ki, elə 1 və elə 2 M-ə bir qiymətini verə bilmirik. Keçdik ikinci qiymətlərə. İkinci qiymətlər neçə idi? 2 ilə 4. Aparıb M-lərə yazırıq 2, L-lərə yazırıq isə 4. 2-ni K-ya vuranda sonu 4 ilə bitir. K-ya təbii ki 2 yaza bilmərik. Çünki 2 M-də istifadə olunub. Belə olanda da gərək K-ya yazaq 7. 7 yazanda 2-ni 7, 14 bir yadda, 4-ü da 1, 5. Yenə o da olur ziddiyyət. K 5 olur, burada da K olur 7. Eyni misalda K-ya 2 fərqli qiymət verə bilmərik. Deməli, nə oldu? Bu qiymətlərimiz də ödəmədi. Deməli, L ilə M 2, 4-də deyilmiş. 3, 6-nı yoxlayaq. M-ə verək 3, L-lərə də verək 6-nı. 2-ni nəyə vuranda son 6 ilə bitir? Təbii ki, bu dəfə yenə 3 verə bilmərik. Onda gərək 8-i verək. 2 dəfə 8, 16, 1 yadda. 6 da 1, 7. Bu dəfə də ziddiyyət yarandı. K-ya 7 və 8 düşdü. Deməli, bu qiymətlər də ödəmədi. Artıq bu da deyilsə, deməli, sonuncu qiymətlər imiş. Tam arxain şəkildə sonuncuları verə bilərik. M-ə veririk 4-ləri, elə də veririk 8-i. 2-ni nəyə vuranda 8-lə bitir? 4 yaza bilməyəcəyimiz üçün təbii ki, K-ya verəcəyik 9-u. 2 dəfə 9-un 18 bir yadda, 8 bir də yadda, 9. Bəli, K9, K9, K-lar eyni qiyməti aldı. Aparaq hamısını yazaq yerinə. K-lar 9 imiş, L-lər 8, K-da 9. Deməli, L 8, M isə 4, 4. Misalda hər tərəfdə yoxladıqda bütün misal gəlib öz qaydasında, bütün rəqəmlər gəlib öz qaydasında misalda yerinə oturdu. Deməli, bizim misalımız üçün K 9, elə verdik, elə verdik 8, M isə oldu 4. 9, 8, 4. 9, 8, 17, 4, 21. Düzgün cavabımız oldu. D variantı 21. Keçid eləyək növbəti sualımıza. 88-ci sual. Bu bir şifrələnmə növüdür. Aşağıdakı sıranın şifrəsini necə təyinləmişik? Baxırıq ki, S yuxarısı 2 yazılıb. Yəni, bu bizə onu işarə edir ki, S-dən yuxarıdakı ikinci hərfə baxacaq. S budur, onun üstündəki ikinci hərf. 1 və 2. Deməli, axtarılan sözün birinci hərfi G ilə başlamalıdır. Sonra Z-nın soluna 3 yazmışıq. Solunda olmağın da əhəmiyyəti var, rəqəm də əhəmiyyəti var. Solunda 3-dürsə, onda biz Z-dan soldakı 3-cü hərfə baxırıq. Z-nı tapırıq. Solundakı 3-cü hərf 1, 2 və 3-cü hərf. Onda bizim hərfimiz, ikinci hərfimiz oldu Ü. Sonra R aşağısında bir. Deməli, R-nın aşağısındakı birinci hərfə baxmalıyıq. Oldu L. 4, daha doğrusu D, solu 4. Deməli, D-dan sola 4-cü hərf. D-nı tapırıq, sola 4 sayırıq. 1, 2, 3, 4. Oldu A. Son hərf isə Ü sağ 2. Yəni, Ü-dən sağdakı ikinci hərf. Ü-dən sağda 1, ikinci hərf. Oldu Y. Deməli, gizlədilmiş söz Gülay sözüymüş. Düzgün cavabı oldu C variantı. Deməli, bu testlərdə hərflərin sağında, solunda, yuxarısında və aşağıda yazılmanın əhəmiyyəti var.
Sağındadırsa sağa, soldan sola, yuxarıdadırsa yuxarı, aşağıdaysa aşağıya doğru hərəkət edirik verilən ərəfdən. Nə qədər? Verilmiş rəqəm qədər. Sağda 3 yazıbsa 3 sağa və ya solda 4 yazıbsa 4 sola getməyimizə işarə idi bu test nümunəsi. 89-cu sual. E, A, C, U, L, Y bir-birindən və sıfırdan fərqli rəqəmlərdir. Qanuna uyğunluğu müəyyən edilib, sual əvəzinə düzgün cavabı yazaq. Hərflərə baxırıq ki, alt-alta 1, 2, 3, 4, 5 dənə hərf toplanıb və qarşıya rəqəm çıxmayıb. Yəni, bu deməkdir ki, biz E-yə və A-ya böyük qiymətlər verə bilmərik. Hal-hazırki mənzərəyə görə E-yə ən çoxu verə bilərik. Ən çox verə bilərik. 1 və ya 2. Mən E bərabər 1 yaza bilərəm. 1 olanda 1, 1, 1, 1 eləyir 4. A-ya da müəyyən qiymət yaza bilərəm. E-yə 2 yazsam, 2 qiymət yazsam, 2, 4, 6, 8. Belə vəziyyətdə A-ya gərək ancaq bir qiymət yazdım. Yəni E 1 ola bilər və 2 ola bilər. 1 olanda A müxtəlif qiymət ala bilir. Amma 2 olanda A-ya gərək ancaq və ancaq 1 yazdım. Deməli, əvvəlcə, bax, bu hərflərin quruluşuna baxırıq ki, E-lərlə A-ların sayları eynidir. Yəni, E-lərin sayı azaldıqca A-ların sayı artmağa başlayır. Ona görə də burada bizim verəcəyimiz qiymətlərdə E-yə, A-ya hansı qiyməti versəm, C ilə Y bir-birinə tam əks iki qiyməti alacaqdır. Yəni, nə demək istədim? Yerinə rəqəm qoyduqda baxacaq. A-ya nə verə bilərik? Əvvəlcə E-nin 1 olduğu hala baxaq. E 1 olursa, həmin vaxt A-ya biz nə yoxlaya bilərik? A bərabər maksimum 1, 2, 3 və 4 arasında qiymət seçə bilərik. E-nin qiymətləri 1-2 arasından, A-nın qiymətləri də 1-2-3-4 arasında seçilə bilər. Əvvəla, mən Y-yə 1-dən başlasam yoxlamağa, 1-i. Artıq A-ya bir qiymətini seçə bilmərəm təkrar. Ona görə minimum nə verməliyəm? 2-ləri. Y-lərə 1-lər yazanda. Gərək oldu A-lara nələr yazaq? 2-lər. Bütün A-lara yazırıq 2-ləri. Yazaq. Bütün A-lara yazırıq 2-ləri. Belə olanda 2, 4, 6, 8, o da 1, 9, 6, 7, 8, 6, 2, 4, 5, 6, 7, 1, 2, 3, 4, 5 və 6. 6789 alırıq ki, bizdən də CULY-nın cəminin minimum qiymətini soruşur. Bu ədədin cəm eləyəcəkdir 13, 21 və 30. 30 da variantlarda var. Amma biz birbaşa cavab seçə bilmərik. Baxaq görək bundan daha minimum qiymət ala bilirikmi? Bu variantlardan biri. Deməli, E bərabər 1, A bərabər 2 olanda testin cavabı oldu 30. İndi digər qiyməti baxaq. E-nin 1, A-nın 3 olduğu qiymət. Bu qiymətləri silirik. Bu qiymətləri silirik. 1, 3 versiyası yoxlayırıq. 1, 3. Yenə Y-lərə 1, Y-lərə 1, A-lara bu dəfə yazıram 3. Görək hansında daha minimum alırıq. 3, 6, 9, 12, bu da bir 13. Hə, baxırıq ki, davam eləməyin mənası yoxdur. Mən A-ya 3 verəndə Y-ya da 3 verdim. Bizə demişdi, bir-birindən fərqlidir. O deməkdir ki, ümumiyyətlə Y bərabər 1, A bərabər 3 olanda bu testin qiyməti yoxdur. Keçdik digər hala. Digər hala. O nə idi? Y-nin 1, yenə Y-lərə 1 yazıram. Bu dəfə A-lara nə yazacağım? A-lara yazıram 4 qiymətini. Sırayla hamısını yoxladıq. 4-dən böyük niyə qiymət yaza bilmərik A-lara? Çünki 4-dən böyük qiymət yazdıqda buradakı keçəcəkdir. Cavabda sola ədəd çıxmalıdır. 4, 4, 4, 4. Deməli, neçə elədi? 16 da 1, 17. 7 yazırıq bir yadda. Sonra 12, 13, 14. Bir də 15. Bir yadda 8, 9, 10, 11. Bir də yadda 12. 11. Bir yadda 12. 2 yazırıq. Bir yadda və son olaraq 4, 5, 6, 7, 8. Bir də yadda 9.
Bu da oldu 9257. Bunda rəqəmləri cəm edir 11. Bu da 13. 13. Deməli, Y bərabər 1, A bərabər 4 olanda GULY-nın rəqəmləri cəm oldu 23. 9, 2, 5, 7. Hə, 23 də təbii ki, bizim variantlarımız arasında var idi. Deməli, bu aldığımız qiymət daha kiçik qiymətdir. Ha, A'ya buradan artıq yoxlaya bilmirəm. 5 yoxlaya bilmirəm. Çünki 5 yoxlasam, burada 1, 2, 3, 4. A'ya da 5 yazdım 9. Əvvəlki sonunda yadda 1 qalacaq üçün artıq kesə cavab 5 rəqəmləri də mümkün deyil. Deməli, Y'nin 1, A'nın digər 3, 1, 2, 3, 4 qiymətlərinin hamısının mümkün versiyalarına baxdıq. Y'yə 1 oranda A'ya 1 verə bilmədik. Y'yə 1 verəndə A'ya 2 verdik. Cavab 30 çıxdı. Rəqəmləri cəmi. Y'yə 1, A'ya 3 verəndə ümumiyyətlə qiymət alınmadı, rəqəmlər təkrarlandı. 4 də verəndə 23 daha kiçik qiyməti aldı. İkinci versiyada nədir? Y'nin 2 aldığı qiymətdir. Y'yə 2 verdikdə isə onu da yoxlamağa məcburuq. Görək ödəyirmi? Y'yə 2 verdikdə isə görək belə qiymət alırıq. Y'yə 2 verdikdə A'ya ancaq və ancaq 1 verə bilərik. Çünki daha böyük qiymət versək, cavab 5 rəqəmliyə keçir. Onda A'lara 1-dirsə, A'ların birini düzək, Y'lərin də 2-ni düzək. 1, 2, 3, 4, bu da 2. 6, 3, 7, burada 1, bu da 8. 1, 2, bu da 6, 8, 1, bu da 8, bu da 9. Elədir 9876. Əvvəldə dediyim o tam tərsi alınacaq. Bunu ifadəni demək istəyirdim ki, biz Y'yə 1, A'ya 2 verəndə almışdıq 6789. Y'yə 2, A'ya 1 verəndə alırıq 9876. Həmən ədədin sadəcə tərsini alırıq. Çünki eyni sayda hərflər toplanıb deyə bir-birinin tərsi olan iki ədədlərdir. Yenə də bu birincidir. Bu birinci verdiyimiz ifadədə kimi. Burada da rəqəmlər cəmi nəyə bərabər olur? 30-a bərabər olur. Deməli, ədəd olaraq 3 fərqli ədəd ala bildik. Bu ədədlərin ikisində cəm 30 oldu. Bir dənəsində isə 23 oldu. Bizdən minimum cəm soruşduğu üçün testin cavabı olacaqdır B variantı 23. Sonra davam edirik. Keçid edək növbəti sualımıza. 90-cı sual. 90-91-ci verilmiş operator əsasından cavablandırın. Bu operator əsasən hər iki sualı cavablandıracaq. Biraz geniş göstərim ki, şərtdə qalsın, hər ikisini eyni vaxtda görə bilək. Əvvəla 90-dan başlayaq. Operatorumuz buradadır. Aparıb yerinə yazıb cavabımızı həll eləməliyik. A ürək B. A ürək B nəyə bərabərdir? Bu mötərizənin qiymətini gətirək yazaq yerində. Deməli, mötərizədə 2 vurulsun. A ürək B-nin cavabı. A üstə gəlinsin. B kvadratı. Mötərizə bağlandı. Çıx 2 B kvadratı. Ümumi mötərizəni bağladıq. A günəş B-ni də gətirək yazaq yerində. O da mötərizənin içində yazıram hələ ki. A üstü B üstə gələk 2 mötərizədə. Buna nailiyyət bərabərdir. İndi verilmiş ifadəmizi biraz sadələşdirək. İçəridəki mötərizəni vuraq açaq. Böyük mötərizə qalsın kənər ki. Olacaq 2A üstə gəlinsin. 2B kvadratı çıx 2B kvadratı mötərizə bağlandı. Çöldə isə artıq mötərizə ehtiyac yoxdur. A üstü B üstə gələk 2. İçəridə 2B kvadratları mənfi müsbət islah getdi. Bərabər davamını aşağıdan yazım. Nə alındı? Mötərizənin içində qaldı ancaq 2A vurulsun. A üstü B plus 2. Bu da bərabərdir. Deməli, bunları bir-birinə vuranda baxırıq ki, 2A B üstü plus. Burada A üstü 1-dir, burada A üstü B plus 2-dir. Biz bilirik ki, əsasları eyni olan ədədləri bir-birinə vuranda üstləri nə edirik? Üstləri topluruq. 2 qarı yerində, A qarı yerində. Birin üstə, buradakı bu 1 yazılmır. Bu da B üstə gələk 2-dir. Bir üstə B üstə gələk 2 gələndə olacaqdır B üstə gələk 3. 2 vurulsun, A üstü B plus 3. Sadələşmiş ən qısa versiyası oldu bu formada.
2 vurulsun A üstü A üstü B üstə gələk 3. O da nə variantıdır? Düzgün cavabımız oldu. D variantı. Keçən indi 91-i cavablandıraq. 91 açıq sualdır. Baxaq görək. Hardan başlayacaq? Əvvəlcə mötərizəni başlayırıq. Deməli, günəşdə A bərabər 2 aparıb yerinə yazırıq. B bərabər x. Nə olacaq onda? A-nı yerinə 2 yazırıq. 2 üstü x plus 2. Gətirib cavabı yazdıq yerinə. Mötərizənin cavabı oldu. 2 üstü x plus 2. Aldığımızı aparıb ürəkdə yerinə yazacaq. Ürəkdə A-nın yerinə yazırıq. 2 üstü x plus 2. B-ni isə yerinə yazırıq 8. Bərabər qarşısına yazıram. 2 vuraq. A-nı yerinə yazırıq. 2 üstü x plus 2. Üstə gəlinsin. B-ni yerinə yazırıq 8-in kvadratı. Mötərizə bağlandı. Bərabər 256. Testin cavabı qarşısında verilir. Bu misalımızı həll edək. Deməli, mötərizəni vurub alsaq, 2-ni 2 üstü x plus 2-yə vuranda necə olacaqdır? Olacaqdır 2 üstü bu hissəsi x plus 3. Yenə əsaslar eynidir, qüvvətlər. Bunun üstü 1-dir, bunun üstü də x plus 2-dir. 1 üstü x plus 2 yəni x plus 3 eləyir. Üstə gələk. 8-in kvadratı 64, 64-ü də 2-yə vuranda eləyir 128. Bərabərdir 256-ya. 128-i bərabərliyin sağına keçirsək, necə bir ifadə alırıq? 2 üstü x üstəgəl 3 bərabərdir. 256-dan 128 çıxanda elə 128. Burada da 128-i 2-nin qüvvəti şəklində göstərsək, 2 üstü x üstəgəl 3 bərabərdir. 128 2-nin hansı qüvvətidir? 2 üstü 7-dir. Deməli, əsaslar eynisə qüvvətləri də bir-birinə bərabərləşdiririk. Yəni, x üstəgəl 3 bərabər onda 7 imiş. X də bərabər 7-dən 3 çıxanda 4 imiş. Deməli, 91-ci sualda x-in yerinə yazılacaq ədəd 4. Testimizin elə x-i soruşduğu üçün düzgün cavabı da olur 4. Sonra davam eləyək. Keçirik 92-ci suala. Yenə bir şifroqram sualıdır. E, A, S, V bir-birindən sıfırdan fərqli rəqəmlərdir. Qanununu müəyyən bir sual tapaq. Deməli, baxırıq ki, 5 aşağıya 7 kimi düşüb. Deməli, A və Y-nin cəmi olmalıdır bizdə ya 2, ya 12. 2 verə bilmərik, çünki A ilə Y-yə 1-1 yaza bilmərik. 2 və 0 da yaza bilmərik, çünki A və Y həm əvvəldə gəlib 0 ola bilməz, həm də şərtdə deyir ki, onsuz da 0-dan fərqlidir. 2 deyirsə, onda A ilə Y-nin cəmi 12 imiş. Aparıb belə sualları yaza bilərik. A ilə Y-nin cəmi 12. Deməli, S ilə V-nin də cəmi tapsaq, sual bitəcək. 12 üstünə 5 yəni 17. 7 yazırıq, 1 yadda. Deməli, ikinci sütunda yenə E və A-nın cəmi 12, üstünə 6 gəldi 18, bir də yadda 19, V oldu 9, yenə bir yadda. Axırıncı sütunda E və A-nın cəmi yenə 12, üstünə 4 gələndə 16, bir də yadda 17, yəni S-ya da düşdü 7. S 7 imiş, V də 9 imiş. Bərabər 12 bu hissəsi, 16 da bu hissəsi, cəmi elədi 28. Testimizin cavabı oldu. Düzgün cavab 28. Sonra davam edirik. 93-cü sual. Verilmiş şəklin dairələrində birdən 8-ə qədər rəqəmlərin hər birini elə yazın ki, 4 tərəfin hər birində yazılan rəqəmlərin cəmi 13 olsun. Rəqəmlər yazıldıqdan sonra alınmış şəklin künclərindəki rəqəmlərinin cəmini tapın. Burada deməli necə bir üsuldan istifadə edəcəyik? Tək-tək bunların hamısını yazıb axtarmağa ehtiyac olmayacaq. Deyək ki, 4 tərəfdəki ədədlərin cəmi, hər tərəfdəki ədədlərin cəmi 13 olsun. Buranı da toplayanda 13 eləyir. Buranı da belə də toplayanda 13 olmalıdır. Burası da 13-dür və nəhayət burası da 13-dür. Deməli, 4 tərəfdən 13 olanda 13, mən 4-ə vursam, bərabərir 52. Ümumi saylar. Amma bu 52-cisini nəzərə alırıq ki, biz
küncdə dayanan bu dairələri 2 dəfə saymış olduq. Çünki bu dairə bu 13-ün içində də var, bu 13-ün içində də var. Həmçinin bu dairə hər iki 13-ün içində var, bu da hər iki 13-ün içində var, bu da. Dairə küncdə dayananlar 13-lərin içində 2 dəfə istifadə olunduğu üçün, yəni ümumi cəmdə bu 52-nin içindəki küncdəki dairələr 2 dəfə istifadə olunur. Burada neçün olaraq bu 8 dairəyə biz nəyə yazmalıydıq? 1-dən 8-ə qədər ədədlərin cəmi. 1-dən 8-ə qədər ümumi rəqəmlərin cəmi nə eləyir? 1-dən 8-ə qədər rəqəmləri cəmləsək, eləyəcək bizdə deməli 36. Yəni 1 üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5, üstəgəl deməli 6, 7 və 8. Mən bunların hamısını cəmləsəm, eləyəcəkdir 36 bərabərdir 36-ya. Deməli, buradakı bütün rəqəmlərin cəmi 36 elədi. Amma mən 13-ləri toplayanda 52 elədi. Niyə artıq oldu? Artıq olan künclərdə dayanan ədədlərdir. Deməli, mən 52 ədədindən elə ümumi cəm 36-nı çıxsam, aldığım cavablar küncdəki verilmiş ədədlərin cəmi eləyəcək. Bərabərdir 16. Bu 16 ilə 4 dairənin 4-ünə yazılmalı olan ədədlərin cəmi idi. Heç bizə artıq maraqlı olmadı ki, hansı dairəyə neçə yazılmalıdır. Biz bilirik ki, küncdəkilərin cəmi 16 olmalıdır ki, o 16 2 dəfə hesablandığı üçün ümumilikdə cəm gəlib 52-yə tamamlanır. Deməli, nə elədik bir daha qısa keçim üstündən? 4 tərəfi cəmlədik elədi 52. 52-nin içində köklər 2 dəfə hesablandığı üçün 52-dən 8 rəqəmi ümumilikdə cəmin çıxanda, yəni 36-nı çıxanda, yerdə qalan 16 həmən kökdəki ədədlərin cəmidir. Bu da birbaşa testin cavabı olur. 94-cü sual. M, A, C, I, S, T, R, E, U, Z bir-birindən fərqli rəqəmlərdir. Qanun uyğunluğu müəyyən düzgün cavabı tapın sualın əvəzinə. Baxırıq ki, burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 rəqəmin 10-u da istifadə olunub. Yəni, bizdə bu hərflərin içərisində 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərinin hamısını istifadə etməliyik. Baxaq görək bizim üçün necə bir ipucular təqdim olunur. Baxırıq ki, sonuncu üstündə. En hərfi düşüb aşağı. En hərfi aşağı olduğu kimi düşürsə, 2S-in cəmi ya 0 eləməlidir, ya da sonu sıfırla bitən 10 eləməlidir. Bundan əvvəlki sütuna baxıram ki, ortadakı bu sütuna baxıram ki, burada da 2 dənə E, bir dənə T-dən T düşüb aşağı. Əgər mən bu ikisinin cəmin 10 götürsəm, yer aşağı düşsə, burada yadda 1 qalacaqdır. Onda gərək burada 2 i-nin cəmi 9 eləsin ki, yaddakı 1-dən 10 olub t aşağıya düşə bilsin. Və ya mən bunlara artıq mütləq 9 olmalıdır ki, yaddakı 1-dən düşsün. 2 eyni hərfin də cəmi 9 olmayacağına görə, deməli, ondan belə nəticə çıxır ki, sondakı bu 2 hərfin cəmi heç vaxt ola bilməz son. Mən deməli, bunları ilə birbaşa 0 verməliyəm s-lərə ki, 0-0-dan r sərbəst düşsün aşağı. Onda i-lərdən 2 dənə i-dən t aşağı düşürsə, artıq i-ləri yadda heç nə qalmadığı üçün i-lərə birbaşa 5 götürə bilərəm. 5 götürürəm 10. Üstünə də t gələndə 10 neçəsə t yazırıq. Artıq buradan yadda 1 qalır və 1 də keçir əvvəlki sütunlara. Bu belə. İndi baxaq görə başqa nə ipucu var? 2 hərfi tapdıq. Yəni biz misalda 0-ı da və 5-i də istifadə elədik. Hələ tapmalı olduğumuz bizimdən sonra 8 dənə hərf var. İkinci ipucu burada var ki, M aşağıya Y kimi düşüb. M aşağıya Y kimi düşübsə, baxırıq ki, burada da aşağıda heç nə yoxdur. Hətta burada da aşağıda heç nə yoxdur. Bu fərqli bir hərf düşübsə, deməli yadda 1 hesabına düşüb. Yadda 1 hesabına düşübsə onda M-in üstünə 1 gələndə Y alınır. M-in üstünə 1 gələndə bərabər Y alınır. Deməli, Y M-dən bircə vahid böyük bir ədəd. Yəni, bunlar nə olacaqdır? Mütləq ardıcıl rəqəmlər olmalıdır. Və üstünə 1 qalması üçün deməli, baxırıq ki, A-nın aşağısında heç nə yoxdur toplayaq. Deməli, mən burada A-ya mütləq şəkildə nə verməliyəm? Elə bir böyük rəqəm verməliyəm ki, əvvəlki sütundan yadda qalan rəqəm həmən buna təsir göstərə bilsin. A-ya da neçə verə bilərəm? İlk baxışda
A-ya ya 8 vermək olar, ya 9. 8 versək, məsəl üçün, yadda burada neçə qala bilər? Maksimum 3 hərfdən 1 və ya 2 yadda qala bilər. Əgər 8 verirəmsə, heç vaxt 1 yadda qala bilmir. 1 yadda qalsa bu 9 kimi düşür aşağı, M də olduğu kimi düşməlidir. 8 verirəmsə mütləq 2 yadda qalmalıdır. Amma 2 yadda qalanda 8 üstə 2 gələndə o eləyir 0. Biz 0 istifadə eləmişdik axı. Deməli, A-ya hətta 8 vermək də mümkün deyil. A ilə birbaşa 9-un özüdür. 9-un özüdür. Ki, yadda 1 və ya 2 qalanda, yəni baxırıq ki, yadda heç 1 qala bilməz. 9 verəndə yadda 1 qalsa 10 eləyər. O yenə 0 onsuz da demişdi, ola bilməz axı. Onda mütləq və mütləq yadda 2 qalmalıdır. 9-da 2 gələndə o da eləsin 11. Deməli, o da 1-dir. Artıq onun da 1 olduğunu tapdıq. Yadda 1 qalsın, M də aşağıya Y kimi düşsün. Deməli, bu A 100% 9-dur və əvvəlki sütundan da 100% yadda 2 qalmalıdır. Yəni, 1C və 2T'nin cəmi 20 neçə sığmalıdır? 1-i də çıxardaq dövrədən, 9-u da çıxardaq dövrədən ki, bunları da tapdıq. İndi baxaq, əldə qalan rəqəmləri C-yə və T-yə verməliyik. Təbii ki, bu 20 neçə olduğu üçün onlarda 2, 3, 4 verməyə mənası yoxdur. Biz baxacaq 6, 7, 8 hissəsinə. Biz CT-də 6, 7, 8 sırayla yoxlayaq görək hansıdır. Sırayla gedəsi olsam, mən T-lərə 6, 6 versəm, burada yadda 1 qalır, onu unutmayaq. 6, 6 versəm 12. E, deməli, G-yə də 7 versəm, 12 üstə 7 gəlir 19, yaddakı 1 ilə 20 eləyir ki, bu mümkün deyil, Z-ya 0 yaza bilmərik. Deməli, T6, daha da T6 C7 deyil. 6, 6 verib G-ya 8 versəm 20. Yaddakı 1 ilə 21 eləyir. Biri də istifadə eləmirəm, bir də deməli uda. Deməli, T-yə istənilən halda 6 verə bilmirəm. T'ye 7'ni yoxlarsan, ikinci qiymətim. 7, 7 verəndə 14. C'yə 6 versəm, 20 yaddakı 1-lə 21 eləyir, Z-ya 1 verə bilmərəm. C'yə 8 versəm, 7, 7, deməli neçə elədi? 7, 7, 14, 8 verəndə neçə elədi? 22, 8 verəndə 2. Yaddakı 1-lə neçə elədi? 23. Baxaq görək, 8 verəndə 22, yaddakı 1-lə elədi 23. Hə, bura qədər bir problem yoxdur. Amma belə olanda nə baş verir? Mən 7-ni istifadə edirəm, 8-i istifadə edirəm belə olanda. 3-ü də istifadə edirəm. Hə, artıq burada nə demişdik? M-in üstə bir gələndə Y olur. Burada əlimizdə qalır 2, 4 və 6. Heç bir nə 2-nin üstə bir gələndə 4 eləmir, nə də 4-ün üstə bir gələndə 6 eləmir. Yəni bu dəfə M-ə və Y-yə verəcək qiymət qalmır. Baxmayaraq ki, bu hissəyə deyir, M-Y-yə qiymət qalmır deyə buradan belə nəticə çıxır ki, biz T-yə 7 də verə bilmirik. T'yə 7 də qiymət verə bilmirik. Onda artıq əmin olduq ki, T 100% 8 imiş. Bunu artıq rahatlıqla yerinə yaza bilərik. İndi G görək neçədir? 8, 8, 16, 16. Mən G-yə 6 versəm olacaq 22, yaddakı birdən 23. Yəni yenə bayaqki mənzərə alınacaq. Dedik axı Z-ya 3 verəndə o birislərdən qiymət qalmır. Onda artıq G-yə də 7 verməliyəm ki, G-yə də 7 verməliyəm ki, onda nə baş verəcək? 16, bu da 7. 23, yaddakı 1 ilə neçə oldu? 24. Z da oldu 4. Deməli, Z-da 4 istifadə elədik. T-da 8-i, G-da da 7-ni. Əldə nə qaldı? 2, 3 və 6. Hə, bizə ardıcıl rəqəmlər lazımdır. Deməli, M-ə 2, Y-yə 3 verə bilərik artıq. M 2 imiş, Y də 3 imiş. Qaldı bir dənə əlimizdə istifadə olunmamış rəqəm 6. 6 da düşdü. Bir dənə boş hərf qaldı, onsuz da R. Deməli, R oldu 6. Tapdığımız ədədlər içində Z oldu 4. T isə oldu. T-yə isə neçə verdik? 8. Bizdən cəmi soruşur 18. Düzgün cavabımız oldu 18. Sonra davam edək. Keçirik sonuncu sualımız. 95-ci sualı. Mətnin məntiqi təhlilinə aiddir. Uyğunluq kimi verir bizə. ABC, məktəbin ABCDY siniflər haqqında bunlar məlumdur. Deməli, baxırıq ki, məlum olanlara bu sualda bizə həm sinif nömrəsindən, həm də şagird sayından danışır. Onda belə səhifəni bölək 2 yerə. Buraya yazaq sinif nömrəsi, sinif nömrəsi, nömrə, bir də şagird. Şagird.
Şagirdlərin müqayisəsini sağda, sinif nömrəsinin müqayisəsini solda aparacaq. Nə deyir? A-nın sinif nömrəsi B-dən böyükdür. Yazıram. A böyükdür B-dən. Şagird sayı isə D-dən çoxdur. A çoxdur D-dən. D-nin şagird sayı C-dən çox. Elə birbaşa qeyd et. D-nin şagird sayı C-dən çox. Nömrəsi B-dən kiçikdir. Deməli, D-nin şagird sayı C-dən çoxdur. Nömrəsi isə B-dən kiçikdir. Yazıram. D-nin nömrəsi kiçikdir B-dən. C-nin nömrəsi A-dan, şagird sayı isə Y-dən azdır. C-nin nömrəsi A-dan, yazıram. A-dan azdır. C-nin nömrəsi A-dan, şagird sayı isə Y-dən azdır. Y-dən azdır C. Sonra A-nın şagird sayı Y-dən də B-dən də çoxdur. Deməli, A-nın şagird sayı bir dənə qeyd edirik. Y-dən də B-dən də çoxdur. Verilən informasiyalar bu qədər. Baxaq görək, əlimizdə olan bu informasiya ilə indi sualımızda necə bir uyğunluq yaradırıq. Mütləq doğru, mütləqsə doğru olub olmaması məlum deyil. Baxaq, D-nin şagird sayı Y-dən çoxdur. A-da nə deyir? D-nin şagird sayı, şagird sayısına baxırıq. D-nin şagird sayı Y-dən çoxdur. Baxıram ki, D-də C-dən böyükdür, Y də C-dən böyükdür. Və D-də Y-də hər ikisi nədir? A-dan kiçikdir. C-dən çox A-dan kiçik bir ədədlərdir. Amma D ilə Y-nin birbaşa bir müqayisəsi yoxdur. Ona görə A variantı haqqında heç bir məlumatım yoxdur. Ola da bilər, olmaya da bilər. Bu hara getdi? Doğru olub olmaması məlum deyil. C-nin sinif nömrəsi ən kiçikdir. Sinif nömrələrinə baxıram ki, A, B, C var. Heç burada ümumiyyətlə Y sinif haqqında danışılmayıb. Yəni burada informasiya çox natamamdır. Hələ qalsa ki, C-nin bir müqayisəsi alınır. Yəni C-nin kiçik olub olmaması. Bu vəziyyətə görə onsuz da kiçik ya C-dir ya D-dir. Hətta adı çəkilməyən Y bir ola bilər. Heç bir informasiya olmadığı üçün bunun haqqında da heç bir şərh irəli sürə bilmərik. C-nin sinif nömrəsi ən kiçikdir. Ola da bilər, olmaya da bilər. Yəni bilinməyən bir ifadədir. Bu da getdi naməlumların içərisinə. Ən az şagirdi olan sinifi tapmaq olmaz. Baxaq görək, olar yoxsa olmaz. A-dan kiçik D, D-dən kiçik C var. Y-dən də kiçik C var. Baxırıq ki, A-dan kiçik Y də var, B də var. Hə, B ilə C-nin müqayisəsi yoxdur. Ən kiçik ya C-dir ya B. Heç vaxt ən kiçiyin kim olduğunu bilmirik. Ona görə tamamilə düz deyir. Nə deyir? Ən az şagirdi olan sinifi tapmaq olmaz. Həqiqətən də tapmaq olmaz. Mütləq doğrudur. Yəni C variantı getdi mütləq doğruların içərisinə. D sinifin nömrəsi A-dan böyükdür. Baxırıq ki, D A-dan kiçikdir. O da xeyli kiçikdir. Yəni D onda nə oldu? Tamamilə səhv. Bu da getdi səhvlərin içərisinə. Və son cümlə. Ən çox şagird olan sinif A-dır. Baxaq görək A-dır mı? A D-dən, C-dən, Y-dən və B-dən. Bəli, A-nın digər 4 sinifin 4-ündən də böyük olduğu şərt var deyə tamamilə doğru bir cümlədir. Deməli, bir də oldu bura. Kənardan yazası olsaq, deməli, doğrular oldu C və Y cümlələri, səhvlər oldu D cümləsi, doğru olub olması məlum olmayanlar da oldu A, B cümlələri. 1-ə C, Y, 2-ə D, 3-ə A, B. Bu isə oldu bizim sonuncu sualımız. Hər birinizə uğurlar arzu edirəm.